Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət Mühəndisliyinə Qələbənin 125-ci programın Allahın şükrü ilə başlayıram. Dünən, yəni 224-cü cəlsədə 324 illik bir kitabla, ən azı 324 il ömrü olan bir kitabla, əlyazma kitabla tanış olduq türk dilində. Bu məni çox əcib sevindirdi. Əvvələn biraz bunun nağılına oxuduq, 17-18 səfər onun nağılından oxuduq, bəlkə də çox. Bildik ki, bu kitabı 1123-də yazıbdı, türk dilində yazıbdı. 4 cildidən ibarətdir. Birinci cildisi 1323-cü ildə qutarıbdı. İkinci, üçüncü, dördüncü cildi yazılacaq ya yazılıbdı. Çünki əgər deyir 4 cild, yəni ki, bu adam bunu yazıbdı öncədən. İndi məsələn onu xoş yazır. Bundan keçək ki, bəzi kəlmələrini oxuya bilmədim xəttinə görə. Xətti də əlbəttə çox da şey deyildi, xoşnevisi deyildi, amma mən oxuya bilmədim. Bəzi kəlmələri eşitmirəm, mən türkcə, yəni eşitməmişəm ömrümdə. Oxumadığım üçün də zehnimdə o kəlmədən bir anlayış yoxdur. O kəlmə nə ola bilər deyə bir təcəssüm, bir bənzərti yoxdur zehnimdə ki, nəyə bənzir bu əslən. Bu kitab romandır. Bilmirəm türk dünyasında bundan öncə də roman yazılıb ya yox. Amma o şey için də roman deyirlər, latincədən giribdir. Uzun hikayə, 450 səhifəlik bir kitabdan danışırıq, birinci cildindən. Və bunun adı Qəhrəmandır. Bu kitab Fransada saxlanır. Fransada İlqardır, Eglikardır, belə bir adı var orada. Yəni Milli Kitabxanasında saxlanır Fransanın. Bu kitabı oxurkən iki şey mənim zehnimə gəldi. Baxın, görün sizin də zehninizə bu gəlir ya yox. Bir dənə uşağı uşaqlığında oğururlar, aparırlar, onu təlim, tərbiyyət verirlər. O, öz keçəcəyindən, ata-anasından xəbərsiz olur, onlarla savaşa başlayır. Onları öldürməkdən hətta ləzzət aparır. Bu sizi ehtimalən Çəngiz Aytamovun kitabını xatırladacaqdır ki, gün var ki, bir əsrə bədəldir. Əgər səhv eləmişəm, kitabın adı bu olacaq. Gün var ki, bir əsrə bədəldir. Yəni 100 il farsca tərcümə edildi, Ruzi Bedrazai yek qarn. Orada biz manqurtluqla üzbəyiz oluruq, qarşılaşırıq. Eyni həman məsələ burada vardı. Bu da Çəngiz Aytamov fikrim hələ diridir ya da ölsə tazalıqlarda ölübdür. Əlbəttə heç bilmirəm ölübdür ya diridir. Eləyə bildik ki, Çəngiz Aytamovun haqqında mən dünən bunu yazmışdım. Amma yazıq ki, görək buna nə deyir Aytamov? Diridir ya yoxdur. Çəngiz Aytamov zində نیست. او در تاریخ 10 ژوئن 2008 در نورنبرگ آلمان درگذشت. Mütəəssifانə 2008-də Allahın rəhmətinə gedibdi. Amma bunun hekayəsi mənə yadıma gətirdi ki, bundan öncə adı, yəni Çəngiz Aytamov mərhumdan öncə adı yadıma adın yazmamış bir türk yazarı Osmanlı çağında bir roman yazıb 4 cildidə və aynı qavramı işlədibdi. Orada da bir uşağı oğururlar, apar və onu dünənləri biraz oxuduq. Yəni
mənə çox əcib gəldi ki, mən deyirdim bəlkə mən özüm, bunu mən dəfələrcə təkrar eləmişəm, bir dəfə də demağının eybi yoxdur. Adamın ki, xəbəri yoxdur bir şeydən, bilmir, deyir və yoxdur. O halda ki, ola bilər. Məsələn, mən deyirdim bəlkə, türk dilində çoxlu kitab yoxdur. Ya da kitab olsa şeir var məsələn. Amma birdən gördüm ki, türk dilində, ya məsələn eşitmişdik, öyrənmişdik, bizə öyrətmişdilər ki, Osmanlılar farsça yazıblar, Osmanlı dili, türklərin dili farscadır, türkləri məhkum eləyiblər, türkləri pisləyiblər, türk dilini pisləyiblər, ərəb dilinə və o birisi dilinə, fars dilinə xidmət eləyiblər. O halda ki, bu 225 cələsənin 224 cələsində 400-dən çox kitabla tanış oldum. Ki, bunların içində tibbi var, döhdürlük dava dərman var, mal-heyvan döhdürlüğü var, mal-heyvan saxlamaq, becərtmək var, Quran var, Quran təfsiri var, hədis var, tarix var, hər kəs hər nə istir yazsın deyə kitabın içində var ki, dünən İsrağa günü oxuduq ki, 120 nəfər bir kitabda hərə bir şey istədiğin yazıbdır. Bunun 20-si də, 22-si də türkdür məsələn. Türk dilindədir ya da yazıblar. Əlbəttə adamlar, yəni adamlar 120-si türkdür. Göylər, üsturlab, yeri öşmaq, göyü öşmaq. Çoxlu, yəni mənim indi zehnimə gəlmir fəlsəfə, məntiq, irfan, din düşüncəsi, din içi fəlsəfə. Bunların, yəni bu sahələrdə biz amma mən yenə də bilmirdim ki, gördüm ki, tamam, türklər çox kitab yazıblar. Bir o ki, dedilər, Osmanlı farsda gördük ki, Osmanlı dili əslən türk dildir. Ərəblər də türk dilini o zaman öyrənmək günündə, o birisilər də, çünki dövlət dili də, hər kəsin dövlətlə işi olsa, normalda o dili öyrəşmək zorunda olurmuş. Ondan sonra mən deyirdim ki, roman yoxdur. Öz-özümə dedim ki, uzun dastan, uzun hikayə, qıssa hikayələr ola bilir, məsələn, 50 səfərlik, 100 səfərlik, amma məsələn, bir neçə 100 səhifəlik bir roman ola uzun, türk dilində yazmayıblar. Çünki türk insanın, mən ya şeir insanı bilirdim, ya da tarix yazan insan bilirdim, ya siyasət insanı bilirdim, ya hüquq, fiqh bilirdim ki, bu haqda da kitab oxumuşuq. Amma dünən bu kitabı tanışanda gördüm ki, 223 il bundan qabaq bir kitab yazıb, 4 cildidə, hər cildinin 450 səhifəsi var. Yəni 2000 səhifəlik bir romanla qarşı-qarşıyayıq. Və bu romanı oxuyarkən də iki şey yadıma düşdü. Bir bu ki, Şah İsmailin hadisəsi yadıma düşdü ki, elə bir Şah İsmaili aparıblar, məsələn, qədim tarixə, adını dəyişdiriblər, tarixin zamanını dəyişdiriblər, amma Şah İsmail olubdur. Çünki Şah İsmaili da uşaqlığında ehtimalən oğurlayıblar, ehtimalən aparıblar, Türk torpaqlarından Şumallı, bugün Şumal dediyimiz Mazəndaran, Gilan Mazəndaran torpaqlarında onu istədikləri kimi tərbiyyət eləyiblər, yekəldiblər, din olaraq, məzhəb olaraq bu cürsə yekəldiblər və sonra da elə himayət eləyiblər. Türk dünyasında ikilik çıxartmağa, üçlük çıxartmağa, əlbəttə tək o deyil, əlbəttə çoxları var. Yəni Türk dünyasında rəqabət həmişə çoxmuş. Onun Şah İsmailin başına yıxmaq günahdır. Hətta Osmanlının öz içində belə rəqabət var idi. Onun üçün də bu rəqabətlər dövləti yıxmasın deyə, ya iç savaş gətirməsin deyə bir zamanlardan sonra qanun kimi bir şey yazılmamış bir qanun vardı ki, hangi qardaş yetişir hökumətə, o birisi qardaşları və qardaş oğullarını məsələn öldürsün ki, onlar sonra çıxıb kudeta eləməsinlər, ya bölməsinlər, ya xarici düşmənlərə sığınmasınlar deyə. Bu Osmanlının da içində var idi, neçəsi var, 10 danasından çoxu var ki, işğal altındadır ya da yarı xudmuxtar deyə bir dövlətləri var.
Bir o yadıma gəlirdi, bir də Çəngiz Aytəmovun o nağıl ki, bizə çox məşhurdur Güney Azərbaycanlılarda və Türkiyəsin dünyasında. O da manqurtluq hekayəsi. Oradan o kitabda mən belə nəzərim gəldi ki, rəhmətli Çəngiz Aytəmov o kitabı oxuyubdu. Yəni bu kitabı ki, dünən biz oxuduq, onu oxuyubdu. Hər halda Türk dünyasında əcəba soru budur. Yəni yenə buna görə ki, keçmişə tay Malıxoliyaya müftəla olmayaq ki, əcəba türklər kitab yazıblar, keçmişdə yazmayıblar bu haqda. Soru budur. Əcəba bu romandan öncəki 4 cildidir və 2000 səhifəyə yaxın ya 2000 səhifədən çox səhifəsi var. Əcəba bundan öncə türklər daha başqa romanlar yazmışmışlarmı? Bunu deyə axtarmaq lazımdır. Amma bu kitabın adı Qəhrəmandır. Türkcə 2 yerdə bunun kitabın adını gördük. Sonunda da deyir ki, bu qəhrəman, yəni 3 yerdə ən azından kitabın adını gətirir, qəhrəman deyə. Amma Fransada bunu, Fransa dilində buna yazdığı ön yazı desək ya kitabı tanıtım desək, orada yazıblar ki, qəhrəman qatil. Mən bir yerdə də bu qəhrəman qatili görmüşəm. Fikir edirəm ki, əgər bunun o birisi cildlərini də əlbəttə görsəm, hətmən axtarıram, bunu indirirəm. Çünki çox sevdim bu kitabı əslində. Oxumalı bir romandır. İnsana çox şeylər öyrədə bilər. Dünənləri gəldik və sonra yetişdik. Roman. Buradakı bu roman yazıblar. Dünənlər bunun adını dəyişdirək, yazaq qəhrəman. Biz özümüz bunu heç olmasa qəhrəman. Tamam, fikir edirəm bu yaxçılar. Ondan yaxçıdır ki, orada görmüşdük. Bu da Dədə Qurqurda bunları bir baxaq. Bu da bir ayrı Dədə Qurqurddan bir ayrı şeydir. Kitabın əvvəl özünə bir baxaq görürük ki, Dədə Qurqudun kitabı necirdir. Gördüyünüz kimi kitabın çox bir əla, dəyərli, çox qiymətli bir cildi var. Gönnəndir ya dəridəndir, dövrəsi və çift kimidir. Yəni bunun 2 dənə cildi yoxdur. 3-cü cildidəki gəlsin ağzını bağlasın, kitabı nəqş salıblar üstünə. Bəlkə də bunun qızıl olmasa dövrəsin ya nəqqaşilərin qızıl rəngindən rəhləyiblər. İçinə baxırıq Osmanlı dövrünün cildin için, yəni kitabın orada üzünü gördük. İndi açıblar cildinin içinə baxırıq, görürük ki, cildinin içəri tərəfində Osmanlı dövründən bir gözəl nəqqaşi ilə bu kitabı için bəzəyiblər. Sonra görürük ki, burada çox gözəl bir şeylər görürük. Kitabın cildin açandan sonra görürük kitabı dədə deyilmiş, dədəm Qurqud əla lisani taifi Oğuzan. Dədəm Qurqud kitabı Oğuz taifəsinin dilində. Tarix vəfatı Osman xan 993-də Osmanlı dövlətinin qurucusu burada vəfat eləyibdir. Bu kitabın 1-ci səhifəsi və adıdır. Aşağısında da bir adam ki, bunu ehtimalən əl yazı ilə yazıbdır, yəni nüsxə eləyibdir, nəssax. Abdullah İbni Kərəc Fərəc nəmənə sahibə belə bir şey oxunur. Mən oxuya bilmirəm. Bunu onlar ki, bu xəttləri oxuya bilərlər. Hər halda bunu geçək. Bu kitabda zahirən yenə də türklərin əlində deyil. Bu bir ayrı yerdə saxlanır. İndi burada möhrü var. Onu bəlkə oxuya bilsək oxuyarıq. Baxarıq, görürük nədir. Kitabın indi feylən baxırıq, görürük ki, kağız kitab nə cür görünür, ona bir baxaq. Üstdə yazıblar ki, 313 səhifədir. Bu 313 səhifənin mən buradan beləsi bir iş görəcəyəm.
بحر کوش زانچه در عالم ادب آن راست کوهر دارد. Hər halda belə bir şey yazılıb burada. Baxarıq görürük ki, behter kuş zançe der alem edeban rast ki huner dared. Ku huner dared. Bunu Tacaşdan neçə yerdə yazıbdır. Bu o birisi səhifəyə baxırıq. Kitabın ağzına baxanda vərəqlər indi bu tərəfdəki o vərəqlərə baxanda görürük köhnə adın biraz bildik kimdir yazıbdır. Dədəm Qurqud ki üstündə də görürsünüz yazıb dədə. Dədə deyil, dədəmdir bunun adı. Dədəm. Mən indi bunu bir dəqiqə istəm əvvələ bunu görsəm. Qurqud. Qurqud. Əla lisani taife-i Oğuzan. Abdullah ibn Fərəc Məhəlli nə məhəllə? Abdullah ibn Fərəc Düklan sahibə nə mənə beləsi bir adı var. Bu yazıbdır. Əcəba buna bir tarix görə bilirik. Osmanın tarixini burada yazıbdır. O bu kitaba çox ilgisi yoxdur. Amma bəlkə biz bu kitabdan bir ilgi tapa bilirik. Buradan kitabın özünün o səhifəsinə keçirik ki, Bismillahirrahmanirrahim və behi nəstəin ilə başlayır. Bu bunu göstərir. Bu kitab əl yazmadır. Bu bunu göstərir ki, bu kitab İslam dövründə yazılıbdır. İslamdan öncə yazılan bu nüsxə. Çünki bunun neçə nüsxəsi vardı da. Bu nüsxəni ki bir nəfər yazıbdı, o əsli kim yazıbdı, o dədəm Qurqudu, onu bilmirəm. Amma bu ondan bir nüsxədir və tarixi də ehtimalən bunun adını da axtarıb tapa bilirik. Mən yenə bunu indi bir axtararam Google-dən, görürük ki, nədir. Amma gedirik bu üzlüğə. Dədə Qurqud bir dəxi söyləmiş. Burada da dədəm yazmayıbdır, dədə yazıbdır. Yəni, hər ikisi olabilir. Görürük ki, Dədə Qurqud söyləmiş. Burada da onu yazıbdır. Görürük ki, bunun birinci səhifəsinə baxsaq, elə görürük ki, əvvəldən axıra bunun dövrəsində ki, çarşıvə çəkiblər. Qırmızı xəttindən sadə bir çarşıvə. Amma xətti çox gözəldir. O qədər gözəldir ki, mən fikirəm bunu oxumaqda, əgər bəzi kəlmələri anlamağından zorum olmasa, %100 oxumağını oxuya bilərəm. Bu görsənir ki 312 səhifədir. Hər PDF-in də hər bir səhifəsində bunun bir səhifəsini yerləşdiriblər. Yəni kitabın özü də cild ilə bərabər 312 səhifədir. Yəni cildidən də əks salıblar indi neçə dənə onunla birlikdə. Burada görürük ki səhifələrə də nömrə qoyublar 16, 17, 20, 21, 22, 33. Necə oldu 33-ə keçdi birdən-birə? Mən bunu bu 30 olmayacaqdı. Bu 19, 20, 21. Bu tərəf görürsünüz, burada Şirazə deyil. Bu kitabın ağzını gördük ki, qapağı var, o qapağının şeyidir. İndi burada gördüyümüz bu tərəf Şirazədir. Görürük ki, səfələr bir-birinə vərəqlər. Vərəq ərəbcə sözdür. Səfə də ərəbcə sözdür. Bizdə yapraq işlənir. Mən ayrı kitablarda da gördüm, orada da yapraq işlədiblər. Mən də indi yapraq yazmağa başlamışam. Öyrənirəm. Yəni, əslində türk dilini öyrənməyə çalışıram. Mən biraz sürəti çox atdım ki, sürətlə bunu geçsin qabağa. Çünki kitab çox gözəl saxlanılıbdır. Allaha şükür bu kitab gözəl saxlanılıbdır. Bu kitabın o cür ki dedi, dosırdəndə qalır. İndi bunu mən biraz sürətlə geçsəm, çünki səfəsi çoxdur. Hər bir neçə səhifədən birinə. Məsələn, burada bir danası sana dedi, elə bir orada bir kəlmə silinibdir. %93, bu da 216-cı səhifəyə gəldik. 237-ci səhifəni gördük. Eyni həmin xətt ilə davam edir və çox gözəl bir son səhifəsi də bunlardır. Son cildi gördük. Bu da cildin
içində gördük. Bu da cildidən üstdə. Əcəba bu kitab harda saxlanır? Orada möhürdən indi baxarıq. Ehtimalən bunun bu axir səhifəsini oxusaq, bizə bir tarix verər, amma bu axiri. Anan yeri behişt olsun. Qadir səni namərdə, qadir olacaq da, qadir səni namərdə mühtac etməsin. Ağ əlində bir kəlmə dua qıldıq. Ağ altunda 5 kəlmə dua qıldıq. Qəbul olsun. Amin. Amin deyən didar görsün. Amin deyənlər didar görsün. Yığışdırsın, duruştursun. Yığışdırsın, duruştursun günahınızı Muhammed Mustafa'ya bağışlasın. Xanım hey ya, xanım hey də elə bir təmməd. Təmməddən də sonra qurtarır. Burada bir tarix qoymayıbdı. Bəlkə biraz dalı geçsək orada ola bilər. Amma qeydaq kitabımızı yap əvvəldən bax görürüm ki burada bir soruşaq. Burada gedək bir ayrı səhifə açaq ki daha buna qatışmasın. Qurd haqda ki Duserdon yazmışdı daha bəli. Dərsdən da saxlanılır nə bilirsin. Görək buna nə yazır. Dədə Qurqud, yəni tabi Dədə Qurqud Türk dini Asının ən qədim. Burada elə bir şey yazıb. Bunun ən qədim epik ədəblərindən biridir. Ehtimalən Türk dünyasının beləsi yazıb. Türk dünyasının ən qədim epik ədəblərindən biridir. Burada bu farsları gələndə şey olur. Dürsüdanda saxlanılan günümüzə iki əsas əlyazma vasitəsilə gəlib çatmışdır. Sizin sualınızları nə bilirsin? Yenə bugün qədər tamam, bunu geçək özduq. Bəlkə yetişək bir yere ki düz cümlələr olsun. Qorunub saxlanılan iki əsas əlyazma. 1. A. Dərəzdən əlyazması çox kodeks Kanonikos yox. Bilmirəm bu nə mənə. Zumanikos yox. Başqa əlyazmadır. Bir ayrısı vardı. Kodeks adında deyir o deyil. Kanonikos'u yox. Başqa bir əlyazmamız var. Boydan ibarətdir. 12 boydan ibarətdir. Hazırda Almaniyanın Dresden İştat kitabxanasında saxlanılır. 16-cı əsrin əvvəlinə aid edilir. 16-cı əsrin, yəni əvvəllərin olanda olur, məsələn 1500-lər, miladi ildə 1500-lər olur. Ən tam əsrin, yəni 1500-lərin əvvəllərinə aiddir. 1500 miladi illəri. Bunu şeylərik, çevirərik, Google-də görürük ki, qəməri hicri illə hansı
ildə ilə aiddir. Əgər məqsudunuz Dədə Qorqud kitabı əlyazma hicri qəməri tarixidir, bu da olursa 900-950-ci hicri illər arasında deyir bu yazılıbdır. Hətta mən 900 ilə 950-ci il mən bunu gətirmişdim, biraz bözdük miladi. İndi bunu burada görəndə dostlar mənim zehnimə bu gəldi. Burada ki yazıb tarixi vəfat-ı Osman xan, bəlkə elə o zaman bu kitabı yazılıbdır. Çünki əgər bu o zamana aid olsa, ola bilər bu kitabın sənəyi yazmağı, burada ki yazıb tarixi vəfat-ı Osman xan 993. Burada da bu ki tarix verir 900 ta 953. Bu bunu göstərir ki bu ola bilər elə o zamanlar olsun. 900 ilə 953 bu 993-də ola bilər. Əlbəttə bu ondan daha çox bir vaxtda vaxt verir. Yəni bir 50 il keçə. Amma bu illər arası olub da, yəni 950 ilə 900 illər arasında ki, Osmanın da ölümü düşür bu zamana. Ehtimal verirəm, bir ehtimaldır ki, elə o kitabda o tarixi deyib, o tarixi nəzərdə alaraq bu kitabı yazıbdır. Amma gedək görək burada bir ayrı bir şey, burada üstdə bir latincə bir şey yazılıbdır. Sonra burada bir yazılıbdır. Beytati ilay əfkarini qabil fasid yazar ədəbi. Baş tapmadım bu nə mənədir, oxuya da bilmədim. Kitab-ı Dədəm Qorqud bu harlanır. Bunu da Mərcül Bəhreyni, ayədir fikirəm. Mərcül Bəhrin deməyi karan, bu şeydir. Kavan yəltəqiyani beynəhum min azmin babi bir bərzaxun la yəbğiyan. Belə bir ayə vardı Quranda. Mənim də zehnimə gəlir. Mərcül Bəhreyni, əgər burada vursaq o ayəni gələr, onu oxuya bilirik. Mərcül Bəhreyni yəltəqiyan. La yəltəqiyan olsun gərək, ya yəltəqiyan. Fikrim yəltəqiyan deyilə, düzü odur. Amma burada demiş ki, deməyi. Bu ayrı bir şeir kimi elibdir. Mərcül Bəhreyni deməyi karani yəltəqiyan beynəhum min əzmi babi bərzaxi la yəbğiyan hakəza yetki iyuni ləm təzəl nəffaxtan keyfə illə abiki və cənnatu və cənan. Şeir eləyibdir. Quranın ayəsi ilə şeyi qatıb bir-birinə. Sure-i Ər-Rəhmandadır bu. Əgər eləyə bilsək, aça bilsək. Deyir ki Mərcül Bəhreyni yəltəqiyan beynəhum bərzəğun la yəbğiyan fəbiəyyə aləyi rabbikuma tükəzzban. Bismillahirrahmanirrahim də demədik, yeriq getdi. Burada bunu qatıbdır. Mərcül Bəhreyni deməyi karani yəltəqiyan. Hər halda o cür bir şey yazıbdır. Burada görək nə mənədir, əgər yazılmışı. Axərin yazılmışdır. Həmişə rəfətü həmtü aftab. Burada da bir şeir yazıb, amma məhəbbətnamə ağzın yazmışdır. Yad həmişə rəfət o və rəfətü üçün. Rəfət üçün aftab. Vaxt namaz, 5 vaxt namaz əqəbincə oqiyə Məkkə və Mədinədə vəfat edə və şəhadət müyəssər ola Allahümme erziqna şəhadətə fi səbilikə və cəl mavti fi bələdin nəbiyyikə aleyhisselam. 46 nömrəli kitab. Bu da bunun Dresd, ehtimalən o şəhrin şeyidir.
Buranı da ki biraz oxumağa çalışdıq. 2 dənə odur. Onlardan sonra keçsək. Ərəq susən persiyavuşan, perisiyavuşan. Bu da şeydir. Zahirən bir davadır ehtimalən yazır. Behubbihi və yərzahu ya beləsi bir şeydir. Bab bir kimsənin bəxti bağlanıb. Açılmasa bu ayati bir 482 üzərinə oxuya. Bəxti açla vaxərə Allah-u Teala. Biizni Allah-u Teala. Bismillahirrahmanirrahim. Rabbena aftih beynena ve beyne qavmina bil haqqi ve ente xeyrul fatihin ve gfir lana fe inneke xeyrul gafirin ve erhamna fe inneke xeyrul rahimin ve erzukna fe inneke xeyrul razıqin. Bu bir hadisdir, yazıbdır burada. El-hadis el-ulema umenaillahi ala xalqihi hadis. Bu bir hadisdir. Hadis rəsul hikməti məxafətullah. Allahdan, hikmətin ən yuxarısı Allahdan qorxmaqdır. Belə bir hadis deyiblər. Hadis əl-cənnətu təhtə zilal-i suyuf. Bu çox önəmli bir sözdür. Cənnət qılıçların kölgəsindədir. Əl-cənnətu təhtə zilal-i suyuf. Bunu Peyğəmbər demiş ola, imam demiş ola, əslən önəm daşımır. Doğruluğu düzdür. Sülh, əmniyyət, rifah silahın altındadır. Silah gücünün altındadır. Silah gücün olmasa əmniyyətin, rifahın şeyin yoxdur. İlla ki, gərək gedirsən bir ayrı gücün, məsələn, bəzi məmləkətlər Amerikanın gücünün altında eləyə biliblər ki, bir rifah yaradalar, bir behişt yaradalar, ya cənnət yaradalar. Hadis fi kulli kəbədin hariyyun əcra. Hadis əl-mu'minə əxul mu'min. Hadis əş-şita'ur rəbi'ul mu'min. Qış müminin yazıdır. Çoxlu hədislər burada yazıbdır. Bu hədisləri oxumaq istəmirəm. Ruviyyə ənin nəbiyyə aleyhissalatu vesselam qalə lihisan ibni sabit. Burada hər nəməni şəhril İslam təhdə livaikə fil cənnəti və səfərul kuffari təhdə livai əmril qeysi fil nar. Tamam, bu da belə. Gedək kitabın özünə. Bismillahirrahmanirrahim. Buracan görək neçə 34 dəqiqə buracan vaxtimizi bu cür şeylərə. İndi kitaba gəldik, kitabın özünə. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Rəsul əleyhissalam zamanına yaqın, yəni həman yaxın, yaqın Qurqut, bunu mən Qurqut yazım, bir də burada Qurqut, amma deyərlər bir o okupdi, o bir qopdi, deyərlər bir qopdi, Oğuzun əvvəl kişi tam bilicisidir. Nə dersə olardı. Qaybıdan dərlü xəbər söylərdi. Qeybidən yəni. Qeybdən dürlü ya dərlü, yəni çox fərqli, əcib qeybidən. Xəbər söylərdi. Haqqı Teala onun gögülünə ilham edərdi. Qurqud amma etdi burada dedi. Axır zamanında xanlıq gərü qayyədə ki, kimsənə axır zamanında xanlıq gərü qayyədənə kimsəni əllərindən almaya. Nə dedi? Bəs dedi, axır zamanda xanlıq gərü qayyədənə kimsə əllərindən almaya. İnşallah belə bir şey olacaq. Son zamanda xanlıq geri qeydəcəkdir və heç kəs onların əlindən bir dalanmayacaq. İnşallah belə olsun, türklər belə bir gözəlliğə qeydsinlər. Axir zaman olub qiyamət qopunca bu dediyi Osman nəslidir.
Burada kitaba bir şey yazıblar ki, bu kitab bəlli olur Osman dövründə yazıbdır. Dedim ki, çünki həm o tarix, həm də burada görürsünüz Osmana bir şey qoydu. Bir hörmət elədi, bir çox yuxarı. Yəni bunu Qurqud dədədən bir cümlə nəql elədi, indi onu təfsir edir. Axır zaman olub, qiyamət qopunca bu dediyi Osman nəslidir. İş də sorulub gedib yürür. İş də sürülüb, sürülmək, yəni axırda öz-özünə, məsələn, yerinə heyvanlar ha sürülərlər. İlandır, bəzi heyvanlar sürüncəkdirlər də, yəni yerindən sürünərlər. Sürünmək odur. Sürülüb gediyorur, ya yürür. Gedə yürür, sürülüb gedə yürür. Beləsi oxusaq daha yaxşıdır. Və dəxi neçə buna o, yəni buna olacaqdır. Əlbəttə bu da biri olmayacaq, bu olacaqdır. Buna bənzər söz söylədi. Və dəxi neçə buna bənzər söz söylədi. Qurqud ata Oğuz qovmunun müşkülünü həll edərdi. Hər nə iş ölsə, Qurqud ataya tarınmışınca işləməzlərdi. Yəni ondan danışmayınca, burada danışmayınca tarınmışınca, yəni ondan tartışmamışca, yəni həman danışmamışca, tarınmışınca işləməzlərdi. Hər nə ki buyursa qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi. O nə söz desəydi, onun sözünü tutub tamam edərlərdi, onu görərlərdi. Dədə Qurqud söyləmiş, nə demiş? Allah Allah deyimincə işlər ölməz, qadir tənri verməyincə ərbab yeməz. Allah Allah deməklə deyimincə, Allah Allah deyimincə, yəni Allah Allahı deyicə, dildən tökməklə işlər ökməz, yəni olmaz, iş öz-özünə qabağa getməz. Qadir tənri verməyincə, ərbabımız əldən, ya qadir tənri verməyincə, böyük qadir Allah verməyincə, arbamıyımız, yəni ala bilmərik, Allah gərək verə. O verməsə olmaz. Arbayımız. Əzəldən yanılməsə, qol başına qəza gəlməz. Əzəldən yazılmasa, burada indi Y ilə görürsünüz ki, mən bəzi yerdə iştibah oxuram. Buna görürsən, bu N kimi oxuram, amma nun deyil, Z-dır. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Qəza ki, deyir, başına gəlir. Bu, əzəldə yazılıbdır. Əcəl vədə irmincə, əgər əcəl vədə verməsə, kimsə ölməz. Əcəl vədə erməyincə, ərmaqdan irməyincə, gəlməyincə, əcəl gəlməyincə kimsə ölməz. Ölü adam dirilməz, ölü adam dirilməz. Sıxan can geri gəlməz. Bir yigidin, igid həman biz deyirik, bir yigidin qərə dağ, yumursunca, qərə dağ, yumursunca, mali olsa, əgər qərə dağın hala nə böyüklüğündə məsələn, malı olsa, yəfədürür, bunu oxuya bilmirəm. Dedim, mən türkcəni oxumadığım üçün bu dil də mənə çox tazadır. Mali olsa, yağdırır. Tələb eylər nəsibindən artığın yiyə bilməz. Tələb eylər.
Malı deyir ki, Qəradağca olsa, ehtimalən Qəradağdan əcəba mənzur bu Qəradağdır ki, bizdə vardı, yəni Azərbaycan mahalında var, o olacaqdı. Qəradağ yümünsüncə mali olsa, yığdırır, tələb də elər, nəsibidən artığını yeyə bilməz. Oluşubən sulər taşsa, oluşub yəni gəlib yığışsa, oluşmaqdan gəlir. Oluşubən sulər taşsa, su daşa, dəniz tolməz. Sular toplanıb bir yerə taşmaqla, aşmaqla dəniz dolmaz. Təkəbbürlük eyləyəni Tənri sevməz. Göklün gücə tutan arada ərdə, gücə tutan ərdə dövlət olmaz. Çox da, bu da cəlib bir sözdür. O adamın ki, gönlü doludur, onun deyir dövləti olmaz. O mal sirvətə çox fikir verməz. Yad oğlu saxlamağa oğul olmaz. Saxlamaqla oğul olmaz. Özgə oğlun saxlamaqla oğul olmaz. Yad oğlu saxlamaqla oğul olmaz. Böyüyəndə salır gedir. Gördüm deməz. Deyir, uşaq ki, böyüdü, sıxar gedər, salır gedər, gördüm deməz. Deməz ki, bu məni yekəldibdir, o cür olmaz. İndi adamın öz evlatları da elə beləsi olur. Gəl deyəcək olmaz. Deyir ki, gəl deyəcək olmaz. Deyəsən ki, gəlcinən olmaz. Qərə əşün başına oyan ürsək, ya ürsən, qatır olmaz. Qərə eşcək başın oyan örsən, qatır olmaz. Qərə eşcəyin başın oyan, yəni məsələn atın, qatırın başın tükünün dalısı yal deyirlər ona. Yalın hörürlər bəzən, fikir edən bu onu deyir. Örsən, yəni hörsən. Başın o yan hörsən, o yana bu yana hörsən, qatır olmaz. Qəravuşa tur giyirsən, qadın olmaz. Qəravuşa tur, burada bir əlif də yazıbdır, sonra üstünə 2 dənə xət vurubdur ki, yəni oxunmasın. Don olacaq ehtimalən. Qəravuşa, indi qəravuş nədir onu bilmirəm mən. Qəravuşa don giydirsən, qadın olmaz. Qəravuş nə deməkdir, onu bilmədim. Yapa qalar isə ya qalarıqsə yaza qalmaz. Yapa qarlar yağsa, yapa, taya, yapa. Məsələn, deyək ki, çox. Yapa qarlar yağsa, yaza qalmaz. Nə qədər qar qarır, qallasın, yaza qalmaz. Yapağolu köçə, çəmən gözə qalmaz. Yapaqlı köçə, çəmən gözə qalmaz. Göz, əgər səhv eləmirsəm, bir kitablarda oxuduq bu ayları oxuyanda. Bir də dünən də bir nağılda ki, oxurdum, orada da oxudum. Ehtimal verirəm bir ayrı kitab. Yox, şeir oxurduq. O şeir kitabında da gördüm. Köz payız adına deyilir. Payız ki, deyirik o 3 aya, ora köz deyilir. Ona görə deyəcək, yapaqlı kökçə, çəmən közə qalmaz. İndi yapaqlı kökçə nə deməkdir, onu da bilmirəm, amma çəmən közə qalmaz, yəni payıza qalmaz. Əski, yəni bu, bez olmaz. Əski pambıq olacaq bu da, pambıq ehtimal verirəm. Əski pambıq
Yəni köhnə pambıqdan bez olmaz, bez parçadır. Bez olmaz. Bir növ parçanın adı, məsələn, üstə deyəcək olmaz, qərə eşcək, gəl deyəcək olmaz. Məsələn, orada 3 dənə nöqtə görürəm altında. Həm gəl deyə, o deyə dediyinin, həm də çək məsələn görsənir. Ona görə bunlarda biraz hələf elən bu yazıya adət eləmək, bunun əl yazısı ilə tanış olmaq. Amma çox gözəl yazıb. Yəni vaqiət budur ki, nəzərimə bəzən gəlir ki, bu kitab bəlkə daş çapıdır. Amma çox gözəl əl yazmadır. O xəttdən ki, üstünə vurub oradan deyirəm xüsusən. Yapaqlı gökçə, ehtimalən yabaqlı kökçə, çəmən gözə qalmaz. Əski pənbuq bez olmaz. Qırı düşmən dost olmaz. Qırı düşmən fikir edirəm bunu oxuyacaq. Yəni o düşmən ki, qırğındır ya qəti düşməndir. Qırı düşmən dost olmaz. Qıza qoca qıymayınca yol alınmaz. Qıza qoca qıymayınca, ehtimalən qıza qoca qıymayınca yol alınmaz ya da ki, ehtimalən bu cürsə olacaqdır. Yol alınmaz. Mən yer alınmaz da ola bilir. Bu qoca, əgər qoca anlamında olsa, yəni xanımın əri qıymasa, ürəyindən gəlməsə versin, qıymayınca ya yol alınmaz ya da ki, yer alınmaz. Yəni bir şey sahibi olmaz. Qərə Polad öz qılıncı çalınınca qırım dönməz armalına qiymətincə. Qərə Polad dəmirdir da, onu Polad bilirik, qərə. Qərə Polad öz qılıncı çalmayınca, yəni o indi qərə Polad ehtimalən dəmir olacaqdır, qərə dəmir ya da ki bir məsələn sindan. İndi burada qırım nə mənayadır? O tikə, ehtimalən o tikə, dəmir tikəsi dönməz ər malına, erkək ya savaşçı malına qiymətincə ya qıymayınca. Aha, bəs beləsi olur, iştibah elədim. Qərə Polad öz qılıncı çalmayınca qırım dönməz ər malına qıymayınca. Əvvəl gərək o ər, yəni erkək ki vardı, mal sahibidir, o da malına qıymayınca qırım dönməz. Yəni o qılıncı döyməklə şey olmaz, gərək pul verəsən, ona qıyasan, malova qırasan ki, o qılıncı döyürlər, ondan bir şey çıxa, sən də eləyə biləsən, o sahib olasan. Qırım dönməz, ər malına qıymayınca. Adı çıxmaz. Adı çıxmaz kimin? Qazandın görməyincə. Qazandığı görməsən deyir, adı çıxmaz. Ögüd almaz. Öyüd, biz indi öyüd deyirik, ögüd. Ögüd dua. Türkcə öyüd dua. Nə oldu? Adı çıxmaz, qazandın, qəzanadan görməyincə. Qız anadan, ehtimalən, adı çıxmaz qız anadan görməyincə. Adı çıxmaz anadan görməsə deyir, yəni şey olmaz, öyüd olmaz.
öyüd də olmaz, oğul atadan görməyincə. Beləsi oxunacaq. Mən indi yavaş-yavaş cümlələri yavaş-yavaş anlayıram ki, nə cür oxunsun. Yəni, buracan doğru oxumamışam çox cümlələri. Məsələn, indi yavaş-yavaş anlayıram ki, adı çıxmaz qız anadan görməyincə. Öyüd olmaz, oğul atadan görməyincə. Öyüd, burada fikir edirəm ki, zəhmət, dua, belə bir şey, xeyir. Öyüd olmaz, oğul atadan görməyincə. Süfrə çəkməz, oğul atanın yeri diraki gözündən biridir. Buranı oxuya bilmədim. İndi bu süfrət çəkməzdir, yoxsa səğrə çəkməz, oğul atanın yeridir. 2 gözünün biridir. Anadan görməyincə. Öyüd almaz, olmaz, ya almaz, oğul atadan görməyincə. Süfrə çəkməz, oğul süfrə çəkməz. Ehtimalən bu süfrə çəkməz də o oğuladır. Oğul atanın yeridir, 2 gözünün biridir. Oğul atanın yeridir, 2 gözünün biridir. Dövlətli oğul qoysa arcağının gözüdür. Dövlətli oğul qoysa ocağının gözüdür. Dövlətli oğul qoysa, qopsa da ola bilər, qoysa da əlbəttə, ocağının gözüdür. Oğul dəxi neyləsin bəba olub, ölüb mal qalmasa, bəba malından nə fayda, başda dövlət olmasa, dövlət sənsiz şərrindən Allah saxlasın xanım sizi. Bəs beləsi oldu. Dövlətli oğul qoysa ocağının gözüdür. Oğul dəxi neyləsin? Bəba ölüb mal qalmasa. Babam əlindən nə fayda? Başda dövlət olmasa. İndi burada dövləti görürük bir ayrı mənada işlətdi. Adamın başında dövlət olmasa, yenə əqil olmasa. Dövlət burada görürük əqil anlamına işlədibdir. Babam malindən nə fayda, başda dövlət olmasa. Dövlətsiz şərrindən Allah saxlasın. Dövlətsizliğin şərrindən. Yəni, biz indi dövlətsizik günü Azərbaycanda. Bunun şərrindən Allah saxlasın ki, Allah da saxlamır. Yəni, millətimiz günü-gündən çətinliğə düşür. İndi 30 günə yaxındır məhbuslarımız zindanlarda aclıq aparırlar, insanlarımız onlara himayət edirlər. Amma millətimiz üçün dövləti yoxdur, səsimiz çıxa bilmir, birləşə bilmirik. Vətənimizi qoruya bilmirik. Kasıblıq gün-gündən çoxalır. Hava o qədər kirlidir, o qədər kirli kəsafətdir ki, nəfəs çəkmək olmur. Urmu gölü quruyubdur, o birisi göllər quruyublar, susuzluq, bədbəxtçılıq şərrindən Allah saxlasın. Dövlətsizliğin şərrindən Allah saxlasın. Allah da dedim, saxlamır. Biz dövlətsizlik başımıza çox oyun gəlir. Xanım sözü. Ehtimalən bu sözü ya sizi Dədə Qorqud bir dəxi söyləmiş. Day nə demiş? İndi buranı da oxumaq cəlibdir. Sərb yürürkən ya da sırb yürürkən, bilmirəm bu sırb oxusaq acaba o sırb millətidir, yoxsa sərb deyək, nə mənayadır, bilmirəm. Sərb yürürkən, yürümək yəni yol yırmaq, qazlıq atana mərdigit yenə bilməz.
Sırb yürürkən Sırb yürürkən qazlıq atana mərd yigit qazlıq atana başlapıram. Mərd yigit yenə bilməz bətincə indi bu da bətincə bitməsəyik. Çalıb kəsər öz qılıncı mühnətlər çalısayıq. Burada biraz fərqli yeklər nə mənə anlamında yen. Ehtimalən burada biraz ləhcə değişir. Səb yürürkən qazlıq atana mərdigit. Yenə bilməz bitincə ya ehtimalən net bitincə. Yetməsəyik. Çalıb kəsər öz qılıcı mühnətə. Burada bir təşdid qoyub ona görə mühənnətlər ya mühnətlər çalınca çalsayıq. Çala bilər yigiddə oğula qılıcdan bir çomaq bir çomaq yek. Yavaş-yavaş bunu da ləhcəsi dəyişdi. Bu üstdəki bölümlə bu bölümün ləhcəsi dəyişdi. Amma yavaş-yavaş fikirlərim ki, bunu da öyrənmək ola bilər. Çalıb kəsər öz qılıcı mehnətlər çalınca çalsayıq. Çala bilən yigidə oğula qılıcdan bir çomaq yek. Çala bilən savaşan, vura bilən, çalmaq yəni vurmaq. Çala bilən yigidə oğula, burada oğul ehtimalən ola, qılıcdan bir çomaq yek. Ona oxla, oğula, əlbəttə məncə burada oxla qılıcdan, oxla qılıcdan beləsi gəlir nəzərimə. Çala bilən yigidə oğla qılıcdan bir çomaq yek. O adam ki, savaşçı adama ox da qılıcdan bir çomaq deyir ki, üstündür. Yəni, savaşana bir çomaq da yetər. Mən belə düşündüm. Çala bilən yigidə oğla qılıcdan bir çomaq yek. Çomaq ya da pək ola bilər. Məsələn, o şey ki, behtər deyirlər farsça, onun muadili ola bilər burada. İndi üstdəkində beləsi, bəlkə beləsi düşünək. Sırb yürürkən, saf yürürkən ehtimalən, qazlıq atana mərd yigit yenilməz bəncə bənzəməsə ya bənməsə. Bəyənməsə də ola bilər. Yürürkən qazlıq atana mərd yigit yenə bilməz. Yəni, igid insan mərcidir, igid. Mərd igid yenə bilməz. Onu savaşanı halı nə cür dedi bunu? Yürürsə ondan şey eləməz. Onu yenməz, yəni onu məğlub eləməz. Bəncə bitməsə yek. İndi bu bitməsə yek nə mənədir? Çalıb kəsər öz qılıncı mühənnətlər çalınca çalsa bək. Çalsa yaxçıdır. Burada da mən yenə də bu çalmağı, çalıb kəsər, çalmaq, kəsmək, yəni savaşmaq öz qılıncı mühənnətlər çalınca mühənnətlər çalınca çalsa bək. Çalsa deyir yaxçıdır. Çala bilən yigidə oğla qılıcdan bir çomaq bək. Bu da olur. Yaqılsa yek pək. Qonağı ehtimalən. Qonağı gəlməyən qərə olar. Yıqılsa bək. Yıxılsa ondan yaxca.
At yeməyən acı otlar bitməsə bək. At yeməyən otlar ki acıdır, acı otlar bitməsə yaxşıdır. Adam içməz acı sular. Necə sizməsə bək. Adam içməz acı sular. Sizincə sizməsə bək. Sızmaq ehtimalən, sızmaq, yəni axmaq. Suyu məsələn bir yerdədir, bağlamışıq, o bir zərrə dəlinib oradan sızır. Ona deyirlər sızmaq. Fikrin bu o mənadır. Adəm içməz acı sular. Sizincə sizməsə bək. Acı su sıza gələ eşiyə deyir, o sızmamağından yaxşıdır. Ata adını yürütməyən Xuyrad oğul ata belindən incə etməsə bək. Atanın adını yürütməyən, aparmayan, saxlamayan, onun adın, şənin diri saxlamayan, ata adını yürütməyən Xoyrad oğul, Xoyrad ehtimalən yəni özünə bir adam. Xuyrəy kimi, yəni xodrəy kimi, məsələn, farslıya desək, Xoyrad oğul ata belindən incə etməsə, incə inməsə, yəni ata belindən, qədim mütəqidlər ki, uşaqlar ata belindən gəlir, ananın qarnına. Ata belindən incə itməsə bək. Ana rəhiminə. Mən bunu üstə amma oxumuşdum. Neçə yerdə? Burada görürəm ki, bu anadır. Ana rəhminə düşüncə toğməsə bək. Həman oğlanı deyir, ha? Ana rəhminə düşüncə toğməsə bək. Ana da onu düşübdür, amma doğmasa deyir, ondan yaxşıdır. Ana adın yürüdəndə. Ana adın yürüdəndə dövlətli oğul pək. Burada deyir ki, dövlətli oğuldan mənzur, murad ağıllıdır. Ana adın yürüdəndə, o adam ki, din, millət, əski sözdür türkcədə. Yalan söz bu dində olunca, olmasa pək. Yalancılıq millətdə olunca, o millətin olmaması yaxşıdır. Biz də o vəziyyətdir. Düzün desək, bu bizi görsədir. Yəni, bu kişinin sözü, yalan söz bu dində olunca, olmasa pək. O, yalancılıq bir millətdə ki, raic oldu, o millətin olmaması yaxşıdır. Cərşəklərin 3, 30, 10 yaşı doldursa pək. Ki, Gerçəklərin, ehtimalən burada gerçəklərin 3, 30, 10 yaşı doldursa pək. İndi gerçəklər burada baş tapıram. Acaba bu tarix mi? 3, 30, 10 yaşı doldursa pək. Gerçəklərin vaqiiyyətlər ha zaman vaqiiyyətdilər? O zaman ki 3, 30, 10 ya da ki 3, 30, 10 beləsi də oxumaq olar. Yəni 3 dənə 30, 90 olur, bir dənə də 30, 100 10, üzrə, bir dənə də 10, 100. Yəni əcəba bunu istəyir deyə ki 100 il üstündən keçəndə o doğru olar, bəlli olar ki doğru deyə yox. Bir də bunu oxuram. Gerçəklərin 3, 30, 10 yaşı 3, 30, 10 3, 30, bir də 10 yaşı doldursa pək. Gerçəklər 100 il keçəndən sonra bəlli olar ki, gerçəkliyə yox. Bunu istəyir deyə. 3, 30 elər 90, bir də 10 elər 100. Mən belə düşündüm. Bilmirəm ki, bu o anlamdadır, yoxsa bir ayrı məna daşırır. Gerçəkin 3, 30, 10 yaşı. Çünki bu düz deyil. 3 ilə 30 düzdür. Bir-birinin dalısından 3, 30 gəlir. Doğru deyil. Amma 10 bir də 30-dan qeydib dalıya 10 demək
ağılsızlıqdır. Onun üçün buna mənə belə gəlir ki, gerçəklərin 3.30, bir də 10 artı 10 desaq, yaşı doldursa, o yaşı doldursa gerçəklər tək, onda bəlli olar ki, doğrudur, düzdür. 10-30, 10 yaşında tolsun, haqq sizə yaman gətirməsin. 10-30, 10 yaşı da 10-30 300 elər. Ya da ki 10-dan 30 bir də 10. Bu elər 50 yaş. 10-30 elər 40, 10 yaşında tolsun. 50 yaşında olsun. Bunu istir deyə. Mən beləsi düşünürəm. 10-30, 10 yaşında tolsun. Yəni 50 yaşın dolsun. Haqq sizə yaman gətirməsin. Haqdan bu da Tanrıdır. Tanrı sizə yaman. Yaman pis anlamındadır. Amma bəzən bərk, çətin. O anlam. Burada yaman üst-üstə türk dilində yaman çətin anlamındadır. Hətta deyirik filan kəs yaman dedi, yəni söyüş verdi. Orada da mənzurumuz yəni çətin söz dedi, ağır söz dedi. Burada da odur. Yəni mən belə düşünürəm. Haqq sizə yaman gətirməsin. 50 yaşınız olandan sonra haqq sizə yaman gətirməsin. Dövlətiniz payəndə olsun, xanım hey. Ehtimalən bir xanımla danışır, ona deyir. Xanım ya da ki xan, mənim xanımım, mənim xanım o anlamdadır. Burada xanım, çox mən bunu düşünürəm ki, məsələn, Dədə Qorqud bir xanla danışır, ona deyir ki, xanım hey. Məsələn, nə cür deyək? Məsələn, Türkiyədə çox bu şeydir, başqanım. Başqanım, yəni mənim başqanım. Hörmətlə. Xanım, yəni mənim xanım. Xanımım olur, bir xanım üçün mənim xanımdır. Yəni xanım çoxdur, dünyada çoxlu xanım var. Amma bunlardan biri mənim xanımımdır. Yəni mənim xanımdır. Yəni türkdə xanıma, qadına hörmətən xan deyiblər. Kişiyə də bəy deyiblər. Fərq eləməyib bu. Mən beləsi düşünürəm. Yəni bu indi ikinci yerdə ki, xanım sözün oxudum, gördüm ki, yox, bu olmaz, xanımla danışmır. Bu mənzur xan, bir kişi ki, mənim xanımdır. Dədə Qorqud söyləmiş, görəlim, xanım nə söyləmiş? Ola buradan xan, Dədə Qorqud söyləmiş. Buradan burası görək ki, xan nə söyləmiş? Getdikdə, getmədik yerin, otlaqların kəpək bilir. Burada bir cür yazılıbdır. Çətdəkmədə, getmədə, yerin, getmədik. Mən beləsi oxuyuram, amma bu mənim dilimə yatmır. Çünki mən buna adət eləməmişəm. Bu dil biraz bizim dilimiz dəyişibdir. Gedikmədə yerin, yəni o yer ki getməmişsən ora, mən belə düşünürəm. Getdikmədə yerin, otlaqların kepin bilir. Ya kik bilir. Getmədiklərin yerin otlaqların kepik bilir ya bilmirəm kik nə deməkdir, kim bilir ya ehtimalən kim bilir. Getdikmədə yerin, getmədik yer, yəni getmədiyin yerin otlaqların kim bilir? Kim bilir ki, otlaqlar getmədiyin yerdə otlaqlar necədir? Belə düşündüm. Gəncirlər
gəzirlər çəmənlərin, gəzdiyin çəmənlər yəni. Gənzirlər ya gəzirlər çəmənlərin qulan bilir. Qulan ehtimalən atın bir yaşıdır. Əgər görüm bunu tapa bilsəm, gərək bunu türkcə yazam, yəni latincə yazam, bəlkə gətirə. Qulan nə deməkdir? Qulan. Görək ki, nədir? Qulan, Persian Qulan, is a village in Odeil. O Qulanı istirdesin orada. Nə deməkdir? Qulan nə deməkdir? Qulun yazıb burada, bir də qulun elədir bunu, mən də qunu gərək çevirməyəydim, amma çevirdim. Qulan deyə qədər qalsın qulan. Qulan nə mənədir? Lat. Mən burada demişdim, burada yazıbdı, gətirdi. Yazıb ki, elmi təsnifat dönəm yukarıyotul. Yəni, dayçadır. Dayça deyil əlbəttə, görün bunu tapıla bilər, nədir? Qulan. Agus Hamunus. Atlar fasiləsini at. Atlar fasiləsini at, cinsinə aid ot yeyən, tək dırnaqlı məməli heyvan. Bu istəyir deyəcək atdır, yəni bu şeydir, qatır oldu qulan. Xarici görünüş baxımından əşyəyə bənzəsə də onda at alamətləri vardır. Qulanlar Afrika eşeklərindən fərqli olaraq heç zaman əhliləşməmişlərdi. Tamam, deyir ki, bu şeydir, əhliləşməyiblər, amma mən bunu bilirəm ki, biz qulanı belə işlədirik. Yəni, mən yadıma gələn kətdə çox qalmadım, təəssüflə kətdə qalmadım. Kaş kətdə qalaydım və düz öyrənəydim. Türkünü heç olmasa öyrəndiyimi düz öyrənəydim. Qulanlar bilir. Gənzirlər çəmənlərin qulan bilir. Ehtimalən, yəni, bilmirəm, gənzirlər nə olar, ya gəqzirlər çəmənlərin qulanlar bilir. Qulanlardan soruşun ki, kim bilir? Ayrı-ayrı yollar izin dəvə bilir. Ayrı-ayrı yollar izin dəvə bilir. İzin, yəni yol, rədd, cığır. Onu dəvə bilir. 7 dərə qoxulların dilkü bilir. Qoxuların ehtimalən, yəni qoxu var, ehtimalən odur. 7 dərə qoxuların tülkü həman biz ehtimalən o olacaqdır. Dünya dünlə gərdan köçdükdən Turğay bilir. Dünlə gərdan köçdükdən Turğay bilir. Turğay bir dənə quşdur ehtimalən, deyir o köçənləri o bilər ki, ha zaman köçüblər. Oğul kimdən olduğun ana bilir. Ana bilər ki, uşağı kimləndir. Oğul sən at bulur. Ərin ağzın bəyənirsən at bulur. Baş tapmadım bu nə mənə deməkdir. Ərin, bildim ki, yəni ərkək savaşçı, ağzın beyni sən at bulur.
bəyənsən ehtimalən. Ərin ağzın beyni bəyənisən, at bülür. Ağır yüklər zəhmin qatır bülür. Ağır yüklər zəhmin qatır bülür. Təəssüflə qatır bir heyvandır ki, atla eşeğin ikisinin birliğindən ortaya gəlir. Nə atır olur, nə eşek olur, nə at olur. Ortada ikisinin də birindən olur. Avara, fəqət iş üçündə gəlir. Çox da zəhmət çəkən bir heyvandır. O yerlərə ki, eşek də çıxa bilməz, at da çıxa bilməz, qatır gedər onlara. Amma yazıq dünyadan daha heç zat çəkməz. Yəni, heç bir ləzzət aparmaz. Onu yüklərlər, ağır yüklər zəhmin qatır bülür. Nə yerdə sıldır varsa, çəkən bülür. Sıldır züyüldüyən yer. O yer ki, məsələn, sıldır daş. Ya daşı safdır. Məsələn, bəzi yerdə su o qədər bu daşı sürtübdür ki, sıldır olub. Yəni, uşaqlar, məsələn, mən yadıma gəlir, çıxardıq üstündə züyüldərdik, məsələn, bu daşlar, sıldır daş. Ehtimalən o yerdə. Nə yerdə sıldır var isə, çəkən bülür. İndi bu çəkən nəymiş, bilmirəm. Ya çəkən bilir, çəkən nə deməkdir, onu bilmirəm. Qafil yaşın ağrısın, qafil başın ağrısın, beyni bülür. Mən bunu beyni oxuram, amma iki yerdə bunu görürəm, bilmirəm ki, nə mənə anlamındadır. Əcəba beyin mənisidir. Qafil başın ağrısın, beyni bülür. Beyin bilər ki, bu başın ağrısı qafillikdandır. Qolça qopsun, gətirib ildən ilə, bəydən bəyə, uzan gəzər, ərcümərdin, əzbakəsin, uzan bilir. Qolça qopsun, götürüb ildən ilə, bəydən bəyə, uzan gəzən, ərcümərdin, əzbakəsən, uzan bilir. Bunları bəzisini bilmirəm. Yəni dedim, mütəəssifانə oxumağa deyil ki, bunu gərək anlaya adam və anlamı, qolçu nə deməkdir burada? Qolçu qopsun, götürüb, ehtimalə məsələn, nə bilim, qolçu qopsan, götürüb ildən ilə. Eldən elə oxusaq, yəni torpaqdan torpağa, tayfadan il oxusaq, il həm il anlamındadır ki, farsça sal deyirlər, həm də millət anlamındadır. Ki, farslıya gedib il oxuyurlar, o deməkdir. İldən ilə, bəydən bəyə, bəydən bəyə, yəni bəydən bəyə, bir bəydən bir bəyə, bunun torpağını unutaq. Uzan gəzər, ozan bunları gəzər. İndi qolça qopsun nə deməkdir, buna burasını yapışdıra bilmirəm. Ozan, saz salan, aşıq. Oğuzan sözü də bəlkə buradan gəlibdir, vəzni anlamında. Yəni, o adam ki, şeir oxur. Ozan, şeir oxuyan adam. Ozan gəzər, haranı ildən ilə, bəydən bəyə. Bir torpaqdan bir torpağa, bir millətdən bir millətə, biri eldən biri elə, biri obadan biri obaya. Bir bəyin yanından bir ayrı bəyin yanına. Bunu istirdiyə. Ərcümərdin azba kəsən, ozan bilər. Bu ərcümərdin azba kəsən yəni nə mənə? Ozan bilər ki, kim məsələn ərcümərd idi. Ərcümərd. Cümərd, dedik savaşçı, kişi, erkək, ona deyirlər. Cümərd, yəni bağışlayıcı, əlaçıq. Cümərdlik buradan gəlir. Cümərdin, o iki cümərddir, bağışlayıcıdır, əlaçıqdır.
Az bax sən uzan bilər. İndi bunun az bax sən bu nə cür oxunacaqdı? Əvvəl bunu bilmirəm. İyli gündə çalıb edən, ozan olsun əzib gələn, azıb gələn. Qəzayı tənri savsun xanım hey. İyli gündə çalıb edən, uzan olsun. Azıb gələn qəzayı tənri savsun xanım hey. O qaza o qədər ki, azıb gəlir bizə tərəf, azıb gələn, azmaq. Azmaq yəni yolunu itirib ayrı yerə getmək. Azıb gələn qəzayı, o qəza ki, azdı gəldi bizə tərəf, o qəza yəni burada əslində qəza o qədər ki deyirik, yəni acılıq. Acı hadisələrə qəza o qədər deyilir. Acılıqlar ki deyir, aza gələ bizə tərəf, onu Tanrı savsın. Xanım hey, yəni, əlbəttə buracan qərar idi ki, bu sözləri xan deyirdi. Amma nədir oldu yenə sözün axirində deyir, xanım hey, ehtimalən xan da Dədə Qorquda xan deyə xitab edir, danışır, səslir. Dədə Qorqud yenə söyləmiş, görəlim, xanım nə söyləmiş? Aha! Okey, Dədə Qorquda xan deyir. Dədə Qorqud söyləmiş genə, Dədə Qorqud genə söyləmiş. Görəlim, xanım, yəni mənim Dədə Qorqud adındakı xanım nə söyləmiş? Tamam, buracan, bu iki buracan oxuduq, xanım, xan, bir ayrı xanla danışır, yox. Burada mənzur Dədə Qorqudun özünə deyir xan, mənim xanım. Xanım nə söyləmiş? Ağız açıb önər oləm. Üstümüzdə Tənri gördüyünü ya gördükli. Ağız açıb önər ölsəm. Əgər ağız açıb bir önəri versəm, önəri burada ki deyir, önər təklif, o şey ki bu günlərdə təklif işlədirik. Ərəbdə Farsda pişnəhad, ona önər deyir. Ağız açıb önər olsam, əgər ağız açıb bir təklif versəm, bir pişnəhad versəm, üstümüzdə Tənri görkülü, üstümüzdə, başımızın üstündə ya özümüzün üstümüzdə Tanrı görüklü, Tanrı görürsənir. Üstümüzdə Tanrı görsənir. İstəyəm sənə bir şey deyəm. Deyim ki, başımızın üstündə, ya üstümüzdə, ya yanımızda Allah daim yanımızdadır. İstir bunu desin. Ağız açıb önər ölsəm, üstümüzdə Tanrı görüklü hətta. Tanrı üstümüzdə daimən yanımızdadır. Onu deyirsiniz, bilgin. Tanrı dostu deyən, ya Tanrı dostun deyən sevər, sərvəri. Tanrı dostu din sərvəri. Bağışlayın, beləsi oxudu. Tanrı dostu din sərvəri Məhəmməd görükülü. Məhəmməd görünür ki, Allahın dostu din sərvəridir. Məhəmmədin sağ yanında nəmaz qılən Əbu Bəkr Siddiq görüklü. Görünür ki, kürəkli, əlbəttə burada körüklü də, kürəkli də oxuya bilərik. Ürək anlamına da gələ bilər. Bunlar ki, buracan ördük. Tənri görüklü, yəni Tanrı ürəkli də oxuya bilərik. Kürəkli də oxusaq, yəni Tanrı dayanmış Tanrıya. Görünlü oxusaq, yəni görünülür. Hər üçü də məncə ola bilər. Tanrı dostu din sərvəri, Tanrı dostu din sərvəri. Məhəmməd görüklü, Məhəmməd görüklü, kürəkli, görünlü, bunların hər üçü. Məhəmmədin sağ yanında nəmaz qılən Əbu Bəkr Siddiq görüklü. Yenə də aynı, kürəkli, görünən, bu cür qəbul olan. Axır səparə başıdır əmmi görüklü. Həcə
sənlin düz oğunsa Yasin görükli. Bu da ayrı bir sözdür. Axir siparə başıdır. Bilmirəm bu siparə nə deməkdir? Satla yazılıbdır. Axır siparə başıdır. Əmmi körüklü həcə sənin ya da o, çünki burada əbdəl lamın üstünə bir dənə məddi qoyubdur. Yəni bu l oxunacaqdır. Həcə sənlin düz oxunsa, əlbəttə bu düz oxunsa, bu nə mənədir? Həcə sənlin. Bu nə mənədir? O düz oxunsa, Yasin görəkli. Yasini yetər, Yasin qədər. Görəkli, yəni kafidir. Ehtimalən beləsi oxuyaq. Axir siparə başıdır. Quran neçə parədir? Ehtimal verirəm, bilmirəm, o anlamda ola yox. Axır siparə başıdır. Əmmə kürəkli. Əmmə bir surədir Quranda. Əmmən yetəsəalunə. Fikirəm o olacaqdır. Axir siparə başıdır. Axirinci siparə, yəni Quran 30 cüzəsidir. Ehtimal verirəm beləsi olacaqdır. Kürəkli. Hecəsinləyən, hicasınləyən düz oxunsa, əgər onun hicası düz oxunsa, Yasin kürəklidir. Ehtimalən, yəni Yasinə dayanır. Bilmirəm. Yasin də bir surənin adıdır. Mən beləsi görürəm. Qılıc çaları din açdı. Qılıc çaldı, din açdı. Şah-ı Mərdan Əli kürəkli. Qılıc çaldı, din açdı. Şah-ı Mərdan Əli kürəkli. Əlinin oğulları, Peyğəmbər nəvaləri Kərbəla yazısında Yezidilər əlində şəhid oldu. Həsənlə Hüseyin iki qardaş belə kürəkli olacaqdır. Əlinin oğulları, Peyğəmbər nəvaləri, nəvələr həman. Nəvaləri Kərbəla yazısında. Yaz burada yazısı neçə məna daşınır? Mən anladığım mənalardan deyirəm. Çünki mən bu kitabı oxumamışam, buna görə də bir şeylər oxumamışam, türkçe dilində də zəifəm. Çox deyə bilmirəm ki, nə olur. Amma Kərbəla yazısı, yəni Kərbəla düzü. Yazı bilirik ki, yaz, məsələn, qışdan çıxıb bir dana düzlüğa yetişir, bir rahatlığa yetişir. O da ola bilər. Yaz özü qışdan çıxıb yaza gəlməkdir. Yazdan yaya, yaydan közə, közdən qışa girməkdir. O 4 fəslə. Onu istədim işarə eləyəm. Yazısı. Yazı bir də yazda hər şey göyərir, göyərənti. Qışdan çıxmışıq, yaza giririk. Yazda hər şey yazılır, təbiətin üstündə göyərir. Yazı da ki deyirik, o da bir kağızın üstündə, bir saf şeyin üstündə bir şeylər yazırıq, göyərdirik əslində. O anlama gəlir. Mən belə düşünürəm. Kərbəla yazısında, bir də ki, yazı yazılıb, deyirlər alnımın yazısı, alnının yazısını yaşır. Hər kəsən öz alnının yazısını yaşır. Orada da bir yazı, bir müqəddəratdan danışır. İndi Kərbəla yazısında, yəni Kərbəla müqəddəratında Yezidlər əlində şəhid olanlar oldu. Həsənlə Hüseyin iki qardaş belə kürəkli. Yazılıb, düzəlib, kökdən etdi, Tənri, elmi Qur'an kürəkli. Bir-birinin axarıncan düzülürlər. Yazılıb, düzülürlər. Yazılıb, düzülüb, kökdən etdi. Kök, zoğ. Rişə. Kökdən etdi Tənri. Kökündən, zoğundan etdi. Yəni onu Allah Taala kökündən, dibdən ya. Əgər desək belə dibindən, yap dibindən Allah Taala yazıb düzdü. Beləsi deyir. Yazıb düzülüb,
yazılıb düzülüb kökündən etdi Tanrı. Allah onu etdi, dedi, yarattı, yazdı, düzdü. İstir bunu desin. Elmi Kur'an, indi o Tanrı elmi Kur'an körükli. Ol Kur'an'ı yazdı, düzdü. Ülemələr öğrenince götdi, bitdi. Göydi, bitdi. İndi burada ol Kur'an'ı, o Kur'an'ı ki Allah çeyləmişdi, yazıb düzmüşdü, neynədi? Ol Kur'an'ı yazdı, düzdü ülemələr öğrenince. Onu Kur'an'ı öğrenince onlar yazdılar, düzdülər. Qoydu ehtimalən, göydü. Beçri. İndi ol Kur'an'ı yazdı, düzdü ülemələr öğrenince göydü. Becəri olaraq, məsələn, becəri, başarıq, qoydu becərik, yəni başarıq. Becəri burada becəri, başarıq, bacarıq. Məncə belə gəldi. İndi bəlkə də bunu dostlar. Aləmlər sərvəri Osman Əffan oğlu kürəkli. Kürək burada dedim da bu belin arxamıza da kürək deyirik. Orada ola bilər. Yəni bu anlamı da daşıya bilər. Bu məsələn 2-3 yerdə işləndi. Məsələn kimdə işləndi? Əbubəkir Siddiq kürəkli. Burada kürəkli ehtimalən o deyək ki, kürəkindən gəldiyi. Onu da deyə bilirik. Dayanaq. Dayanaq anlamında da ola bilər. Dayanaq. O mənim kürəyimdir, yəni dayanacağımdır. Dayana bilərəm ona. Filan kəs mənim dayanacağımdır. Məsələn, mənim Allah rəhmət eləsin dədəm bunu bir neçə dəfə işlədibdir bizə. Xüsusən Firuziyə işlədərdi. Allah rəhmət eləsin. Mənim qızıma. Sonra burada Yasin də dayanacağıdır o separənin. Sonra Həzrəti Əlini danışdı. O da kürəkli, ona da dayanacaq. Əlinin oğullarını da dedi ki, bilə kürəkli, ya belə, bilə ya belə kürəkli. Bilə olsa yəni bərabər birlikdə. Yox, belə yəni bu tay, buna tay, belə. Bu cür. Yazılıb düzülüb kökdən etdi Tanrı, elmi Kur'an kürəkli. Kur'ana dayanaraq. Dayanaraq. Ol Kur'an'ı yazdı, düzdü. Ülemələr öğrenince göydü becəri. Köydü becəri. Yəni qoydu becəri. Aləmlər sərvəri Osman Əffan oğlu kürəkli. Osman Əffan oğlu dayanacaqlı. O da aləmlər sərvəri. İndi burada xəlifələri sayır. İmamları da vəsətə keçiddi əlbəttə. Əbhəq yerdə istədim ancaq oxuyayım, onlar da ancaq olsun. Çünki belə yazar. Ancaq yerdə yapılıbdır Tanrı o Məkki körəkli. Ol Məkkəyə sağ varsa əsən gəlsə sidqi bütün hacı kürəkli. İndi ancaq yerdə yapılıbdır Tanrı oy Məkkə kürəkli. Ancaq yer üzündə Həzrəti Allah Təbarəkə və Teala evi oy Məkkə ya evi Məkkə. Yer üzündə evi Allahın evi olaraq Məkkəni Tanrı yapıbdır. Beləsi deyir. Ancaq yerdə yapılıbdır, yapıbdır ehtimalən. Yerdə yapıbdır Tanrı evi Məkkə kürəkli. Məkkəni Allah Teala yer üzündə öz evi olaraq yapıbdır, düzəldibdir. Yapmaq burada düzəlmək mənasındadır. Ancaq yerdə yapıbdır
Tənri, evi, Məkkə, kürəkli. Ol Məkkəyə sağ varsə əsən gəlsə. Əgər o Məkkəyə sağ gedəsən, sağ gəlsən, əsən yəni ayaq üstə yel dedik, məsələn vurur, bir şey əsir. Yəni orada vardı da, onun varlığını deyir. Əsən gəlsə, yəni salim gəlsən, salim olsan, sədaqəti, doğru düzgün olması, yalan olmaması. Bütün hacı, tamam hacılar kürəkli, hacılar ona dayanaqlı. Sağış günündə inə kürəkli. Sağış bilmirəm nə olar? Sağlaşmaq, sağlamlıq, sağlılıq. Əcəba bu anlamdadır. Sağış günündə, burada künəndə kimi yazılıbdır, amma mən künündə oxuram. Sağıl künündə inə kürəkli. İnə inmək mənasına ola bilər. Yenmək, aşağıya gəlmək. Sağış günündə inə kürəkli. İtə günü, itə nə deməkdir? Geçmiş gündür. İtə günü oquyanda. Qütbə kürəkli. Qıtbə kürəkli. Qıtbə ehtimalən qıtbə eləmək. Yəni, kaş mən də belə olam. Ona ehtimal verirəm, o anlamda olsun. İtə günü, pəs itə kürəkli, inə, əlbəttə orada inə oxuduq, ola bilər inə olsun. Sağış günündə inə kürəkli. İnə burada ehtimalən, dediyim kimi, yəni inmək, gəlmək. İtə olsa, yəni geçmiş ürəkli, yəni şey olsun, bilmirəm nə oldu. İnə günü, yenə ya itə günü, inə olacaqdı, itə olmayacaqdı. İtə də olsa ertə mənasına dedim, yəni dünənki gün. İtə günü oquyanda, oxuyanda qıtbə kürəkli, qıtdə eləmək. Qıtdə dedim, yəni mən də kaş olam. Nəinki o niyə oldu, olmasın, yox. Mən də kaş olam, o anlamda. Qulaq örüb dinləyəndə. Qulaq örüb dinləyəndə ümmət kürəkli, ümmətə dayanasan. Əcəba burada casusluğu deyirmi ki, mənafiin. Qulaq örüb dinləyəndə ümmət kürəkli, ümmətə dayanasan. Minarədə yaxlığında ya banlayəndə, banlayəndə olur, baklayəndə. Minarədə banlayəndə fəqi kürəkli, kürəkli. Minarədə banlayəndə, banlamaq bilir xoruzun səsinə ki, xoruzun hər səsinə banlamaq demirlər təbii ki. O səhər ya nahar ya axşam başı ki, xoruz bir ququlu uca səsinə inlər. Ya məmur, mümkündür bir daş ola, mümkündür bir evin üstü ola, mümkündür bir divarın başı ola, mümkündür bir ağacın budağı ola, ora çıxar oradan bir səs salar. O səsə ki, ququlu deyər, onun adı bizdə banlamaqdır. Bir nəfər də ki, çıxır minariyə, oradan banlır. Məsələn, bu Türkiyədə də işlənir, bizdə də banlama. Yəni ki, qışqırma. Bizdə var, bu mənfi işlənir banlamaq. Banlamaq. Filan kəs banladı, yəni bir söz dedi, uca səsinə. Ehtimalən bağırmaq səsi də buradan gəlir, yəni bu kəlmədən gələr. Banlamaq səsi, bağırmaq səsi, ehtimalən bunlar ikisi bir kökdən qalxmış söz olalar. Amma onu bilmirəm. Bəli deyir ki, minarədə banlayəndə fəqi gərəkir. Fəqi, yəni ehtimalən fiqh mənasına. Amma fiqh də bilirik ki, düşüncə anlamındadır, anlayış anlamındadır fiqh. İndi mən əgər icazə buyursanız bunu Google-dən soruşum ki, yenə bir ayrıya edəcək, bir ayrısını açaq ki, qatışdırmasın, çünki bunların hərəsi bir ayrı bəhsdir. Ma məna, bu ChatGPT mənə çox faydalı olur. Ma məna fiqh.
واژه فکر در زبان عربی به طور لغوی به معنی فهم عمیق، درک دقیق و ژرف‌نگری است. اما در اصطلاح علوم اسلامی فکر به معنی داشتن استنباط و فهم احکام شرعی. احکام شرعی نه، احکام عملی دین، حلال، حرام، واجب، مستحب، مشروع، از منابع اصلی قرآن و سنت و حدیث و فلان. فکر علم qanunگذاری ve ahkam əməli İslam است. Belə bir şey yazdı. Mən ərəbcə soruşdum, o mənə ərəbcə məni vermədi. Farsça verdi. Çünki bəzi şeyləri farsça, bəzisini ingiliscə, çox az türkcə soruşuram, çünki türkcəm zəifdir. İndi nə dedi? Minarədə banlayəndə fiqi gərəkli. Yəni o adam ki çıxıbdı minarədən Allahu Əkbər deyir, o gərək düşüncə sahibi ola. Kürəkli. Əlbəttə kürəkli, mən kürəkli gərək oxuyaq, bəli. Çünki istədim deyəm ki, gərəkli, gördüm ki, yox, 2 dana rı var, gərərəkli olar, məsələn. Dizin zanı deyirlər. Basıb oturanda, onu, yəni yeri oturanda, indi ya dizi üstə oturuq, ya qurmacımızı qururuq, onu oturanda halal kürəkli. Dolmayəndən ağarsa, indi bunu dolmayan oxudum, dərilməyən də ola bilər, dərilməyəndən, dolməndən ağarsa, yapa kürəkli. Dolmayəndən nədir bilmədim, bunu dostlar. Dolməndən ya dülməndən ağarsa, dülməndən nə deməkdir? Dolməndən nə deməkdir? Dülmən əlbəttə əslində burada du ilə yazıbdır. Dülməndən ağarsa, yaba, ya baba kürəkli. Baba olacaq, baba. Baba kürəkli. Bu beləsi olacaqdır. Dülməndən ağarsa, baba kürəkli. Ağ südün tuya əmirsə, əmdirmək. Uşağı əmdirmək. Nənə uşağı əmizdirir. Əmcik verir, əmcik. Əmcik, xanımın məməsinə əmcik deyirlər uşağa verəndə. Əmizdirir, əmcik verir, o da əmir. O da əmmaq, yəni beləsi də uşağın o əmməsinə əmmə deyirlər. Əmmək. Ağ südün toya əmrizsə ya əmzirsə beləsi oxunacaqdır. Ağ südün əmzirsə, ağ südün toya əmzirsə ana kürəkli. Əgər ağ südün toy, burada uşaq olurdu. Qabaqcanda demişik ki, toy məmulən kiçik bir şeyə qərar vermək məsələsidir. Yəni bir kiçiyin yetişmağının məsələsidir. Dedik, məsələn, uşağa neçə dəfə toy tuturlar oğlan uşağına? Qız uşağına bir dəfə. Oğlan uşağına bir dəfə sünnət toyu tuturlar. Orada yəni ki, bu uşaq yekəldi. İkinci toy tuturlar, yəni evlənmək toyu tuturlar. Yəni bu adam ikinci mərhələyə keçdi. Ev sahibi oldu, evləndi biri ilə. Mərhələsini keçirdi. İndi burada da ağ südün toya əmizdirmək, uşağa ağ südü əmizdirmək, əmcəkdən ana gərəkli, kürəkli. Ana lazımdır ki, anaya dayanasın. Kürək bu. Yanaşıb, yanaşmaq. Yanıma gəl, yanaş mənə, yanaşı. Bunlar yəni bir-birinin dibində. Yanıma gəl, yəni mənim yanıma gəl. Bura yanıma. Yan burası olur. Ya burası olur, fərq eləmir. Yanaşmaq, yəni bir şeyə yaxın. Məsələn, deyir ki, yanaş filan kəsə. Maşını yanaşdır divara. Yəni divara yaxın get. Yanaşmaq, yəni ona yaxın durmaq. Beləsi. İndi yanaşıb yol gərəndə ya gedəndə qərəbığ kürəkli. Qərəbığ kürəkli də ola bilər.
Qərəbağır kürəkli. Yanaşıb yol gedən, mən bunu gedəndə oxumalıyam, girəndə də olar, yola girəndə, bu da ola bilər. Yanaşıb, biri ilə istiruq ki, qərar görürük ki, gedək filan yerə. Yanaşıb yola girəndə, qərəbığ görəkli, qərəbağır girəkli. Bağrı qərə girəkli, bağrı qərə, yəni bağrı böyük. Mən burada bağır yazıbdır. Mən bağır oxuram. Bağır ürək. Bağrı böyükdür. Bağrım çatdır. Bağrım sıxıldı. Burada yəni ürək. Bu sinədə bir şeydir. Bu ürək ki, qandı o deyil ha. Bu sinənin içində bir fəzadır. Odur. Bəs yanaşıb yola gedəndə ya yola girəndə qərəbağır kürəkli. Qərə yəni böyük. Qərədağ, Qərəbağ, Qərədəniz, Qərəgöz, Qərədaş, qardaş hətta, Qərədaş, Qarındaş. Bunlarda qərə sözü ki işlənir, yəni böyük. Qərəbağır, yəni böyük bağırı istir, böyük, təhəmmüllü. Yəni bağırı istir ki, məsələn, dədə çox, mən dədə öləndən sonra adam qədrini bilir, neçə ki ölməyibdir, bilmir. Mən də bilmədim dədəmin qədrini. Amma adam öləndən sonra görür ki, onun nə böyük bağrı var imiş, adamın nə böyük günahların, nə böyük eyblərin, nə böyük zərər ziyanların dədə keçirmiş. Bağrı tuturmuş bunları. Oymuş ki ölmürmüş, oymuş ki səhd eləmirmiş. Yanaşıb yol gedəndə qərəbağır kürəkli. Qərəbağır kürəkli, bağrı böyük, böyük, kürəkli bir adam. Sevgili qərdəş kürəkli. Sevgili qərdəş kürəkli. İndi sevgili. Birinci sevirsən, o sənin sevgilindir. Fərq eləməz, erkek olsun, xanım olsun. Sevgili qardaş kürəkli. Sevgili ki, qardaş kimi ola. İndi o cür deyil. İndi hamı hesablar ki, filan kəsin nə qədər malı var, ona evlənirlər, ona ərək edirlər, onunla evlənirlər. Hamı hesab kitab üzü ilə bir-birinə yaxınlaşır, evlənir. Mən bundan nə qədər, hətta bir oxumaq var, malım var, var, pulum var, var, gələrəm, onda mən səndən evlənirəm. Bu o nə deməkdir? Yəni insanlar qardaş kimi olmurlar bir-birinə. Qardaşlar nə cür qardaş olurlar dostlar? Dədənin nəyi varsa, nənənin nəyi varsa, nəyi qoyursa onu yeyirlər, ona gedirlər, o işləyirlər, onu görürlər. Yəni çalışırlar ki, çox bir-birlərindən, hətta evlənəndən bir neçə il sonra da bir-birlərindən qazanc almağa istəmirlər. Bunu mən yaxın bir qeyinlərimdə gördüm. Amma sonralar ki, məsələn, özlərinin uşaqları çoxalır, arvad-uşaq çox bunlara dixalət edir, arvad-uşaq mal axtarır, onda qardaşlar bir-birlərindən ayrılırlar, bir-birlərindən mal istəyirlər. Sevgili qardaş kürəkli. Burada bir söz deyir, onu əgər eləyə bilsəm oxuyam. Yazıbdır, bunu indi mən, bəlkə dostlar məndən yaxşı oxurlar, bunun diktəsini oxuya bilmirəm, yəni yazdığını oxuya bilmirəm. Əcəba bunu binal oxuyaq, y oxuyaq, ya b oxuyaq, ya p oxuyaq. Əvvəldə bu müşkülüm var, yazılan. Sonra da kaf yazılıb, üstünə 3 nöqtə olub. Əcəblə bunu n oxunaq, ya oxumayaq. Mən binal ələ oyanəndə, bu nə demək olar? Pənal ilə, yanal ilə, bənal ələ, ya bənal ələ oyanəndə. Bənal ilə oyanəndə
dinləsə gərdək kürəkli. Gərdək ehtimalən bu binalın bir ayrı mənası vardı. Binal ilə oyananda ehtimalən məsələn mən burada gəlin deyim məsələn, bilmirəm ki. Binal ehtimalən gəlin anlamında olacaqdı. O qız iki evləniblər, birinci gecə gəliblər, qalıblar. Onu mən düşünürəm, amma bəlkə də bu deyil. Binal ilə oyananda, onunla yuxudan duranda dinləsə gərdək gərəkli. Gərdək normalda budur ki, o birinci gecə ki, qızla oğlan gedirlər, bərabər olurlar. Orada xanım qızın pərdəsi var məsələn. O pərdə qan gəlir. Ona gərdək gecəsi deyirlər. Mən bildiyim, bəlkə də yanlış düşünürəm. Amma bənal ilə ya yanal ilə oyananda dinləsə gərdək kürəkli. İndi bu gərdək o anlamdadır, dinləsə o anlamdadır bunlar. Bəli, burada bu, məsələn, dinləsəni kaf yazıbdır, k, dikləsə. Amma bu, nöqtəsinin üstə qoyubdur. Benalda 3 nöqtə qoyubdur üstünə. Ona görə orada bilmirəm ki, bu necə oxunacaqdır, nə deməkdir. Bəli, addır, qətən addır bu. Bir şeyin adıdır. O xanımın, gəlinin bir halətinin adıdır. Binal ilə oyananda yuxudan duranda. Dinləsə gərdək kürəkli. Görüm ki, çox uzun olmadı. Bəli, 2 saatı doldurduq. Gedək axirdən də 1-2 sətir oxuyaq. Ya məsələn, hər 50 səhifədən biraz oxuyub. Burada 51-ci səhifədir, amma 50-dən biraz oxuyaq. Oradan ki, qırmızı qoyubdur, ya ağca qoyun gördüyündə quyruq olacaq, quyruq çırpıb, qamçılayın arqasını örüb, yürək ağlın ardın sökər. Qarma bukec semuzin alıb tunan qanlı qırıq üzüb çap budan uzay qabə köpəklərə qoğa salən. Gedək bu kitab təxəssüsü çox, nə deyirlər, bir özəl dildə yazılıbdır da. Mən bunu indi oxuya bilmirəm. Vaqiyyət budur ki, bu təxəssüs istəyir. Burada 98-99, 100-cü səhifəsinin özündən uzun mana. Yiyərək edər mərə, uzan qopuzun mana, vergil. Atomu sana verəyim, səqlə gəlim, bəhasın gətirim, bəhasın gətirim. Alam dedi. Atomu sana verəyim, səqlə gəlim, bəhasın gətirim. Alam dedi. Ozan edər avazım gedilmədin. Ozan edər avazım, avaz sözü ehtimalən türkcədir. Görün bunu mən əgər şeydə yazsam, Google-də yazsam avaz sözün, rişəyə kələməyə avaz çist. Görək ki, buna görə bir şey gətirir ya yox. Görək ki, lüğətdə nə yazıbdır? Avaz. Ava, sot, səraq, bank. Az avaz kousəş həmi ruz cəng. Ferdosidən. Get bunun kökündən də görək.
من قوم خویش را گفتم که به دهلیز بنشینند و گوش به آواز من دادند. تاریخ بیهقی. گمان میبرم که قوت و ترکیب صاحب آن فراخوان آواز باشد. Burada da oradan geçək. قول، رای، عقیده، نغمه، آوازه. Görək ki, bu getsə, əgər desə ki, hardan gəlibdir? Avaz bərabərdən. Avaz sözü məncə türk olmalıdır. Yek ruz, yenə də gedir bir ayrı yerdən misal gətirir. Kökün yazmayıb ki, hardan gəlir. İndi görək burada avaz. معنی اصلی آواز در فارسی و پهلوی صوت و صداست. Belə yazıblar. Avaz sözü, hətta bunu yazaq ki, ریشه کلمه آواز چیست و از کدام زبان به فارسی راه یافته است. görək ki, bu nədir? ایرانی فارسی است و از زبانهای دیگر وام گرفته نشده. ریشه آن در پارسی میانه پهلوی به صورت آواز و در اوستایی به صورت نزدیک به آوا. Tamam. Amma məncə bu deyil. Yəni məncə avaz sözü türkcə. Çünki əgər farsı olsaydı, gərək bunun çoxlu işlənmiş olaydı. Yəni bunun feilləri, failləri, filanlar zatları olaydı. Çoxlu, yəni bundan ayrılan müştəqqatı, yəni müştəqqatı çox olaydı. Ayrılan söz çox olaydı. Olmadığı üçün bu farsı söz deyil. Tamam, görək. Ozan sözü avaz sözündən gəlir. Ona görə istəyirəm deyəm. Avaz, ozan, avaz, uzan, ozan. Oradan mən deyirəm ki, yəni bu avaz sözü ozan sözündən gəlir. Ozan sözü də avaz sözündən gələcəkdir. Amma hətta-əqəl burada mən iki dənə bunun arasında bir ilgi görürəm. İndi bunun ozan edər avazım gəlmədin. Ozan edər, ozan deyər ki, avazım gəlmədin. Görürsünüz, burada azanla, uzanla avaz bir yerdə işlənir. Ötəm bu yoğulmədin, önüm yoğulmədin. Yoğulmaq ehtimalən qabaqca bir dəfə də bunu demişəm, yoğulmaq. Məsələn, hətta Türkiyədə bir şeir var, anan səni mənə oğub. Yəni ki, xəmiri biz məmulən beləsi qalır, yoğurmaq, o xəmiri biraz əzəruq türkçesi, nə cür deyim onu, yoğurarıq, onu yoğurmaq. Bu da yoğulmədin, yəni önüm yoğulmədin, mənim üçün hazır olmadın. Yəni bir müsibətlər çəkib, yaxçılıqlar, zəhmətlər çəkib mənə gəlmədin. Önüm yoğulmədin. Bir etdi, bir əlbəttə etdi demək anlamındadır. Bir etdi, yəni bir dedi. Bir etdi ölümə, yəni əmr verdi ölümə. Girdi ilətim, saxlayalım dedi. Girdi ilətim itəlmaq filan, saxlayalım dedi. Saxlayalım yəni saxlamaq. Saxlayalım dedi. Ozan qopuzu yerə ki verdi, yerəgə verdi ya da yürəgə verdi. Yuzan qopuzu yürək ehtimalə bura, yürəgə verdi. Birin qopuzu
Biri qopuzu aldı babasının ordusuna yakın geldi. Birik ehtimalen birik ya biri ehtimalen burada ad ola bilər. Belə həmən birin qopuzu aldı, biri qopuzu aldı. Babasının ordusuna yakın geldi. Baxdı, gördü birkaç çobanlar yolun qıyısını almışlar. Qıyısın qırağın, yolun qırağına qıyı. Qəyə sözü də buradan gəlir. Bir şeyin ləbəsi. Farsca ləbə deyirlər. Qıyı olur ləbə deyək. Yolun qıyısını almışlar. Oğlular benim turmayıb taş yığarlar. Benim durmayıb bilmirəm nə mənadır burada. Benim durmayıb. Turmayıb yəni durmayıblar. Taş yığarlar, daş toplurlar. Birək edər çobanlara bir kişi. Birin eder mən çobanlara bir kişi yolda taş bulsa yabana an. Yabana yəni xiyaban deyirəm. Çölə. Siz bu yolda bu taşı nə üçün yığarsız? Mən hələ bunun xətti ilə tanış olmamışam. Siz bu yolda bu taşı nə üçün yığarsız? Çobanlara eder. Mərəsən seni bulursun. Bizim halimizden xeyrin yok dediler. Mərsənə haliniz vardır. Burada bir dəfə ehtimalən nöqtədir. Mən bunları oxuyam. Sən səni bilirsin. Mən bunu hey oxuram. Ehtimalən nöqtə kimi bir şeydir. Çünki burada mərə nə haliniz vardır. Məgər anlamda. Məgər nə. Mər nə haliniz var. Məgər sözünün kökü ola bilər mər. Bunu hey kimi ki mən burada 100 dəfə oxumuşam, o oxunmayacaqdır. Mər nə haliniz vardır, yəni məgər sizin nə halınız vardır ki, çobanlar edər, Baku mərin ödər. Yəni, indi burada Baku yəni oxusaq da, yəni mərin bir oğlu vardı. Baku, bax. Çobanlar edər, Baku, bax, ya Bənu. Baku olacaqdır, bax. Mərin bir oğlu vardı. 16 yıldır kim ölüsü dirisi hizbin kimse bilmez. Hizin izin ehtimalen hizin yani izin kimse bilmez. Tamam bu gedək bir ayrı səhifə oxuyaq çünki 2 saatı keçdik. Gedək 200-cü səhifədən biraz oxuyaq. Tamam. 200-cü səhifə. Silçan edükən bilmədi. Bunun əvvəlindən baxsaq bəlkə qan turalı bəqdi gördü kim bir kimsənə yağı o gün önünə qatmış. Yağı qan turalı adında bir adamdır. Qan turalı bir adamın adıdır. Bəqdi gördü kim ki bir kimsənə yağı önünə qatmış. Bir yağını, yağı yəni üsyankar. Yağı üsyankar. Dövlətin ya millətin əleyhinə qalxan adama yağı deyirlər. Yağı önünə, ögünə, yəni önünə qatmış. Qovar. Qovar yəni qavar. Qavmaq, adamın dalısına o da qaçır, bu da qaçır, amma bu onu qaçırdır. O qorxusundan bundan qaçır. Qavar.
Silhan edüken bildi. Ehtimalen Selcan ya Selcan olacaktı. Selcan uyucan yani ehtimalen sıçan seçen sözünden olmuş olmuyor ki belki. Sıçan yani sıçan. Əlbəttə orada sıçmaq anlamını da daşır. Sıçan yəni bir heyvan ki yeyir, sıçır. O anlama gələr. Amma sıçan idükən qabar, sıçan idükən bilmədi. Sıçan olduğu zaman, yəni kiçik hələ idi, onda bilmədi. Qalxdı, burada söyləmiş, görəlim xanım nə söyləmiş. Qalxdı, yəni qalxdı, ayağa durdu. Yəni sıçan ikən bilmədi. O zaman ki yeyirdi, içirdi, kiçiydi, hər yeri batırırdı filan, bəhman deyir, onda bilmədi nə var nə yox. Qalxdı, bu arada söyləmiş, qalxdı, görək bu arada nə söyləmiş, görəlim xanım nə söyləmiş. Edər, deyər, nə dedi? Qalquyeni yerində turan yigit nə yigitsən? Yılısı qərə qazlıq ətinə bin yigit nə yigitsən? Edər, qılqı beni yerindən törən. Yerində törən yəni yerində oturan. Qılqı amma bilmirəm nədir. Qılqı yeni yerindən türən yigit. Nə yigitsən? Sən nə yigitsən ki? Qılqı, indi bilmirəm. Qalqı yeni. O da ki dedi, qalxdı ha, ehtimalən ondan işlədir. Qalqı yeni, yəni ey taza duran ayağa. Yerində türən, yerində duran. Yəni qalxdın ayağa yerində duran. Qalqı, yəni yerində duran. Qalqı özün qalxdı. Üstə dedi qalxdı. İndi onu tazaşdan burada yazır ki, qalqı. O adam ki ayaq üstəsən. Yəni burada yənini yazıbdır. Yerində turan. O adam ki yerində durubdur. Qalqını məni elir. Məncə belədir. Qalqı, yəni yerində turan yigit. Yerində duran yigit. Nə yigitsən? Qalqı. Qalqının mənası bu oldu. Qalqı yəni nə mənə? Yerində duran yigit. Nə yigitsən? Qalqı. Yelisi qərə qazlıq ətinə binə yigit. Nə yigitsən? Bəyən. Yigit, nə yigitsən? Yelisi qərə qazlıq. Qərə qazlıq ətinə bəyən. Anlamda deyil. Amma burada bu kəlməni məna eləməyə ehtimalən çalışır. Bilmirəm ki, yelisi qərə qazlıq ətinə bəyən yigit. Qərə qazın ətinə bəyənən yigit. Nə yigitsən? Qafillucə, qafil. Başlar kəsən. Qafillucə, başlar kəsən. Dəstursuzcə. Mənim bağıma girən yigit. Nə yigitsən? Dəstursuzcə bağıma girmək bizim ildə eyb olur. Mər yürü, mən neçə yerdə bunu dedim, mərə oxumuşam, burada mər oxuyayım, görək nə olur. Mər yürü, toğan, mər yürü, yürək ehtimalən, yürü. Mər yürü, toğan, quş ölüvün, uçayın mı? Sagalinə boğazkən. Sagalinə boğaz gərən tutayın mı? Qafillucə sənin yaşın mən kəsayın mı? Başın mən kəsayın mı? İndi buranı biraz, yəni bu qismətdə biraz indi tanış olmağa çalışıram. Üstə bir də oxusam beləsi oxuyam gərək.
Qan toralı bəxti gördü, kim bir kəmsənə yağı ögününə qatmış qovar. Sılcan idikən bilmədi. Sılcan idikən bilmədi. Qalqdı, bu arada söyləmiş. Görəlim xanım nə söyləmiş. Edər, qalqu, yəni yerində türən yigit, nə yigitsin? Yelisi gərə qazlıq ətin bəyən yigit, nə yigitsin? Qafillücə başlar kəsən dəstursuzcə mənim bağıma girən yigit, nə yigitsin? Dəstursuzcə yağıya girmək ya da bağıya. Dəstursuzcə yağıya girmək bizim eldə eyb olur. Ehtimalən bağ ola bu. Çünki burada məni vermir. Dəstursuzcə bağıya girmək bizim ildə eyb olur. Mər yürü toğan, quş olu ben uçayın mı? Saqalına boğaz geren tutayın mı? Gafillücə senin başın mən kesayın mı? İndi bu şey deyir, o qanturalı bunları deyir. Ehtimal verirəm ki, bu sözlərin hamısı qanturalı deyir. Gafillücə sənin başın mən kesayın mı? Eləcə qanun yeryüzünə tökəyin mi? Qərə başın Türkiyə asayın mı? Tərkimə asayın mı? Qərə başın tərkimə asayın mı? Mərə qəzası 70 yigit, nə yigit? Mərə qəzası 70 yigit, nə yigit? Sən qayda dönül dedi. Sən qayda dötgəl dedi. Dut gəl dedi. Beləsi tutun mən bunu. Sən qayda dut gəl dedi. İndi üstə bir yerdə ki, dedim 3 nöqtəsi var K-nin, onu n oxuduq. Özdə bilmədik ki, nədir anlamı. İndi nəzərimə gəlir ki, burada o K-nin üstünə nöqtə qoyanda C oxumalıyıq. Çünki burada kəlmədə məna verdi. Nə yigitsən, qayıt, tut, gəl dedi. Tut, gəl. Tut, gəl yəni. Sılcan xatun, Səlcan xatun, bəs bu sıçan deyilmiş. Səlcan xatun, Səlcan addır. Səlcan idikən bilmədi. Səlcan olanda deyir bilmədi. Bəs bunu indi beləsi anlam. O Səlcan üstə düz gəldi. Onun üçün görürsünüz dostlar, əl yazmanı və hər kitabı oxuyacaqsınız, bir neçə səfə oxuduqca bunun anlamı ilə tanış olacaqsınız. Tanış olduqca kəlmələrin doğrusunu anlayacaqsınız. Mən bu cürsə oluram. Yəni indi görürəm ki, o Səlcan xatun burada söyləmiş. Görəlim, xanım nə söyləmiş? Burada da xanım yenə də xan anlamındadır. Mənim xanım. Xanım nə söyləmiş? Edər. Hey, yigidim. Ha, orada Səlcan xanıma qanturalı bir sözlər deyir. Deyir ki, bilmədi. İndi mən bunu anladım. İndi anladım. Qanturalı baxdı, gördü kim bir kimsənə yağı önünə qatmış qavar. Səlcan xatunu tanımadı. Onun üçün belə dedi. Səlcan xatun qatırmış. İndi görək ki, nə dedi? Söyləmiş. Edər, hey yigidim. Ben yigidim. Hey yigidim, mən özüm yigidəm. Qıtbanlar tavarimdən, qıtban ehtimalən oğrular, bu anlamı gətirirəm mən. Hələ bilmirəm. Çünki qıtbanlar təvarimdən, davarımdan dönərmi olur? Ya dutərmi olur, tutarmı? Mənim davarımdan tutarmı? Dutərmi olur? Dönərmi olsa bir ayrı mənadadır, dutərmi olsa amma bir ayrı mənadadır. Hey yigidim,
Ben yiğidim. Gıtbanlar tevarimden tüter mi olur? Ya döner mi olur? Gere qoçda qazlıq ətlər qolçığa deper mi olur? Burada deper mi oxunacaqdır. Gərə qoçda qazlıq ətlər qolçığı deper mi olur? Əqayildə ağça qoyub quz bıçağın süsər mi olur? Alp yigitlər görüklü yigitlər görüklüsünə qıyar mı olur? Yiğidim, ben yiğidim. Bu yağının bir avucun bana bir avucun sana dedi. Bu yağının bir avucun bana bir avucun sana dedi. Ya bir avcı bana bir avcı sana dedi. Qanturalı bildi kim bu yağı basıb dağdan Səlcan xatundur. Bir də bunu oxuyaq. Qanturalı bildi kim bu yağı basıb tağdan bu yağını yani bu yağı basıb bu yağıdı yani bu yağı basıb tağdan Səlcan xatundur. Bir tərəfinə daxi kəndi girdi. Bir tərəfinə daxi kəndi girdi. Qılıc qıdır tutub yürüdü. Kafir başın kəsdi. Yağı bəslədi. Qanturalı at ərdinə aldı. Səlcan xatun Qanturalı at ərdinə aldı, çıxdı. Gedərək Qanturalının fikrinə bu gəldi ki, qalqı bəni Səlcan xatun turdu. Qalqı dedik orada məni elədi. Dedi ki, nə mənə? Qalqı bəni, qalqı yəni bu ayağa qalxan, qiyam eləyən, savaşçı, ər. Qalqı bəni Səlcan xatun turduğunda yəlisi qərə qazlıq ətün beyində gəldi. Görürsünüz ki, nəqli oxuduqca bununla tanışırıq. Bu da bir ayrı nəqildir əslində. Gedək 300-cü səhifədən də biraz oxuyaq və yavaş-yavaş kitabı bükək. Kitab mənə zordur. Vaqiyyət deyim ki, mən bu kitabın bununla belə ki, xətti gözəldir, amma dünənki kitaba daydı. Nə cürdür? Nüxdələr biraz çoxdur, biraz azdır, biraz dəndanələr var, biraz şeylər var. Baş tapa bilmədim çox yerdə. Dünənki kitabda da bu oyun başıma gəldi. Yəni mən bu xəttin nüxdələri ilə, çeyin üstündə nüxdəsi var, yoxdur. Onunla bəzi şeylərlə hələ şey olmamışam, bir yerə gəlməmişəm. Gedək 300-cü səhifədən də biraz oxuyaq və sonra da son səhifədən biraz oxuyaq, qutaraq. Salam verdi. Birin əleyk elədi. Birin əleyk. Ya birin əleyk. Yəni indi ona oldu, biraz dalgaca. Birə ki kağıdı göndərdilər, birək ödə. Birək ehtimalən addır. Birək addır. Birəkə kağıd göndərdilər. Kağıd, kağız. Birəkə kağıd göndərdilər. Birək evdə səndə yigitlərlə. Birək evdə səndə yigitlərlə yiyib içərdi. Birək evdəsində, ehtimalən ev öz evində.
biraz evdəsində yigitlərlə yeyib içərdi. Ürüzdən Beyrək addır. Pəs burada birin deyil. Beyrək əleyk elədi, etdi. Xanım Ürüz sizə səlam. Xanım Ürüz. İndi Ürüz hətmən bir addır yenə də burada. Səlam edər. Kərəm etsin. Birək gəlsin. Qızanla bizi yarışdırsın. Qızan Türkiyədə də işlənir bu günlərdə. Yəni uşaqlar, cavanlar. Qızan, qızmaq sözündən gəlir. Məsələn, dəvə qızdı. Dəvə qızanda deyirlər, məsələn, Sabunzadını tanımaz. Salar sindanının altına ya zindanının altına. Adam qızanda əsəbanı olur, bir işlər görür. Ehtimalən bu qızan, yəni o gənclər üçün, cavanlar üçün qızmaq dövrəsindədirlər. Hal, şuru, havaları vardı onu. Qızanla bizi yarışdırsın. Yarışdırmaq yar sözündəndir. Yarlaşdırmaq burada müsabiqə anlamındadır. Yarışdırmaq, yar sözüdür. Yarlaşdırmaq kimi. Yar sözündən gəlir yarışdırmaq, yaraşdırmaq. Görürsünüz, türk dilində dedim, avaz sözü türk dilində bir uzanlıqda var, avaz da var, o bir-birindən gəlir. Yar sözündən görürsünüz, yarışdırmaq çıxır. Yarım, yarımçılıq o da çıxır, amma yarışdırmaq da çıxır. Çünki bu dilin sözüdür, ayrı yerdən gəlmə deyil. Birək xoş ola dedi. Yəni bu müsabiqə xoş olsun, yarış xoş olsun. Atın çəkdilər bəndi. Bindi, üzr istəyirəm. Atın çəkdilər, bindi. Kəlmələr hər cümləyə baxın. Cümlənin, mən indi bunları ədəbi baxışdan baxsaq, indiki yazılara baxın, qədim yazılara baxın. Bir də qeyd edirəm, buradan oxuyam. Dostlar, bunu ədəbi baxışdan baxaq, cümləbəndi baxışından baxaq. Arzudən adam gəldi. Arzudən, arzu bir adamın adıdır. Bir xanımdır ya kişidir, bilmirəm. Arzudən adam gəldi, cümlə qutardı. Səlam verdi, cümlə qutardı. Birək əleyk eylədi, cümlə qutardı. Cümlələri adam ki gəldi, o dedi, etdi. Xanım Aruz sizə xanım, yəni mənim xanımım. Xan sözü, nə şey? Xanım Aruz sizə səlam edər. Cümlə bitdi. Baxın necə də? Xanım Aruz sizə səlam edər. 5 kəlmə ilə bir cümlə. Yap çoxu budur, feylən. Kərəm etsin, birək gəlsin. Kərəm etsin. Qutardı. Birək gəlsin. Birək gəlsin, qızanla bizi yarışdırsın. Birək gəlsin, qızanla bizi barışdırsın. 5 kəlmə. Yarışdırsın. 5 kəlmə. Dir. 6 kəlmə. Dir, yəni dedi. Dir, yəni deyir. Deyir. Elə bir ki, o gəlib nəqli qol eləyir ki, elə bir ki, indi deyir. Dir. Birək xoş ola dedi. Birək, bu cümlə modern cümlədə, ədəbiyyatda indi belə işlənir. Birək, dırnaq arası, xoş ola dedi. Dırnaq arası budur. Xoş ola dedi. Bu modern ədəbiyyatda bu günləri İngilisidə belə yazılır. He, daxili cümlə, welcome, said. İndi beləsi yazırlar. Yəni, nəqli qol edir. Kod gətirir. Kod deyirlər buna da əslində. Yəni, dırnaq arasında o belə dedi. Birək, yəni, mən indi bunu modern ədəbiyyatda yazsam, modern ədəbiyyat bunun nökəri olmaz. Cümlə kiçik və nəqli qollar şey arasında. Birək, xoş oldu dedi. Yəni, beləsi deyək. Birək, xoş oldu dedi.
Atın çəkdilər. Cümlə qutardı 2 kəlmə. Bindi bir kəlmə ilə cümlə qutardı. 40 yiğidlə Aruzun önünə gəldi. Cümlə qutardı. 40 yiğidlə Aruzun önünə gəldi. Cümlə qutardı. Taş Oğuz bəgləri otururkən girib salam verdi. Dış Oğuz. Taş, mən taş oxudum. Taş deyib, o ehtimalən dış Oğuz. Yəni bir iç Oğuz, bir də dış Oğuz. 2 yerə bölünübdü Oğuz. Bununla da neçə gün bundan qabaq tanış oldum ki, bilmirəm, bir yazıda oxudum, bəlkə kitabların birində oxudum. Oğuzu 2 yerə bölüblər. Dış Oğuz, iç Oğuz. İndi Aruzun önünə gəldi. Cümlə qutardı 5 kəlmə. Dış Oğuz bəgləri otururkən girib salam verdi. Burada virgüldən istifadə eləməlidir. Dış Oğuz bəgləri bir addır. Dış da bir ad 2. Dış Oğuz bəgləri otururkən girib salam etdi. 6 cümlədə, amma giribdən sonra bir virgül lazımdır. Birgə yenə adam adıdır. Aruzə edər. Cümlə qutardı 3 dənə. Birgə aruzə edər. Bilir misin səni niyə qəfərdəq birik edər? Qıfırdaq ehtimalən olsun. Qıfırdaq. Fırıldaq kimi mən bir şey bunu şeyləm. Ya qıfırdaq, qəfərdaq birək edər. Bilirsən dediğin əminə edər. Qoft. İndi burada bir dana 2 nöqtə qoymalıdır ki, nə deyir? Bilir misin? Sual edir. Bilir misin? Səni niyə qəfərdəq beyrək edər? Ya qəfərdən ya qəfərdəq. Bunu bilmirəm nə anlamdadır. Çünki cümlədə mənasını falan burada oxumadığımız üçün düşünə bilmirəm ki, mənası. Bilir misin səni niyə qəfərdəq beyrək edər ya böyrək edər? Niyə? Məğzdənər, dez, qəfəzdəniz, aruz edər. O kəlməni burada da işlədir. Ona görə, çünki üstdə də oxuya bilmədim ki, o qəfərdir, qəğərdir, qəğərdir, bir feilidir bu. Qəfərdəq, qəfərdəq. Bu nədir? Çünki burada da o işlənir. Edər. Niyə? Qəfərdiniz. Qəfərdik. Qəğfər deyil, qəğdərdik deyil. Qəğərdik, qəğərdik. Qağardıqdır bəlkə. Qağardık, qağardık. Qafardık, qafardık. Oxuya bilmirəm. Bunun üçün görməmişəm, ömrümdə nə eşitmişəm, nə oxuya bilirəm, nə də bir məni verə bilirəm cümlədə. Ona görə gərək bunu davam eləyək ta görək ki, nə çıxır. Gedək səfərin sonundan 1-2 səfəni oxuyaq. Çünki istirdik görək ki, bu kitabın əcəba buna bir tarix qoyulub ya yox. Son səhifəni oxuyaq və kitabı qutaraq. Çünki 2 saat 35 dəqiqəyə yetişmişik. Tamam. Aruzun başı kəsildi. Başı kəsdi. Aruzun başını kəsdi. Taş Oğuz. Taş, indi burada taş yazıb, yenə həman daş, diş. Taş Oğuz bəgləri bunu görüb həb andan etdilər. Qızanın ayağına düşdülər. Qızan ehtimalən bir nəfərin adı görünür burada. Mən orada qızana bir ayrı məna verdim. Burada ehtimal nəzərə gəlir ki, bir adamdır, bir böyük adamdır. Qızanın ayağına düşdülər. Süçlərin
dildilər, ya dilədilər. Süçlərin dilədilər, əlin öpdülər. Qızan süçlərin bağışladı. Beyrəkün qanın tayisindən aldı. Tayisindən, qanın ehtimalən burada qan nə deməkdir? Tayisindən, dayısından. Tayisindən aldı. Aruzun oyunu çaydırdı. Aruzuk oyunu çaydırdı. Çaydırmaq, caydırmaq. İlini, gününü yığmaladı. İlini, gününü yığmaladı, yığmalatdı, yığmalatdı, yığışdırdı ya da yağmalattırdı. Yağmalatdı. Yigit benil tayim oldu. Yigit burada o kəlmə ki oxuya bilməmişdik, bir yerdə 3 nöqtə var, yenə burada vardı, amma benlə tayim oldu, yəni daim oldu. Qızan gök alaq çəmənə çadır diktirdi. Qızan gök alan çəmənə ya alaq çəmənə çadır diktirdi. Otağın qurdu. Dedəm qurqud gəlibən şadlıq çaldı. Qazi ərənlər başından dökülübən idi verdi. Qazi ərənlər başına gəldigün idi verdi. Geni dedi kim? Ben erenler dünya mənim dinlər. Geni dedi kim? Ben erenler dünya mənim dinlər. Əcəl aldı. Yer gizlədi. Əcəl aldı, yer gizlədi. Qatı dünya kimə qaldı? Qatı kəsərci. Filankəs qatıdır, yəni çox qəti. Rok. Bunlardan da qatı, yəni çox belə qəti, kəsərci, beləsi deyim. Qatı dünya kimə qaldı? Kimə gələmli ya kiməli gedəmli. Gələmli, gedəmli dünya. Son ücü ölümlü dünya. Əl-aqibətü, mən əl-aqibət oxudum. Əl-aqibət uzun başın o ucu, ölüm axiri ayrılıq. Dünya əl-aqibətü uzun, başın ucu ölüm, axiri ayrılıq. Yom verəyim ya yom verəyim xanım ya bum verəyim xanım. Ölüm vakti gəldigündə əri imandır, ayırmasın. Ölüm vakti gəldigündə əri imandan ayırmasın. Ağ səqqəlli baban yeri uçmaq olsun. Ağ berçəkli anan yeri behişt olsun. Qadir səni namərdə möhtac etməsin. Ağ altında 5 kəlmə dua qıldıq. Qəbul olsun. Amin. Amin həmin. Amin dinlər didar görsün. Yığışdırsın, duruşdursun günahlarınızı. Məhəmməd Müstəfaya bağışlasın. Xanım hey. Xanım hey. Xanım yox. Xanım hey. Kitabın tarixi yoxdur.
Mən çox sevdim əslində. Oxumağım çox zor oldu, oxuya bilmədim. Biraz da yoruldum oxumadığımda, zor oldu, zor çəkdiyim üçün, oxumamağımda zor çəkdiyim üçün. Biraz da yoruldum, amma inanın bu kitabı ədəbi cəhətdən, ədəbi açıdan bu kitabı açasan, oxuyasan, anlayasan, fəqət ədəbi cəhətdən. Bugünkü türklərin gərək başına çalasan ki, niyə bu qədər uzun cümlələr yazırsınız? Türk dilinin o qədər tək sözlü feili var, o qədər tək sözlü feili vardır ki, cümləni uzatmağa ehtiyac qoymur. Allah saxlasın, Döşgür Ziya Sədrül Əşrafinin bir sözü var. Eşitdim, deyir ki, Natili Xanləri zahirən bir kitab yazıb, o da elə bilər, fikirləm türkdür. Bir kitab yazıb, deyibdir ki, Fars dilinin 400 dənə, 500 dənə feili var ki, onun 200-ü işlənir. Qalanı yaddan çıxıb gedibdir. O halda ki, Türk dilinin, əgər səhv eləmirsəm, 30 neçə min deyir ki, tərk sözlü, bir sözlü feili var. Yəni, Türk dilində lazım deyil uzun cümlə qura adam. Bu şərtlə ki, mənə tay savadsız olmaya. Mənə belə gəlir, o adamlar ki, uzun cümlə qururlar, Türk dilində savadsızdılar. Çünki savadsız olmasa, adam məsələn o 30 min feilidən, hər neçə min feil idi. Ondan, mən bunu şeydən soruşum ki, görüm tapa bilir mənim üçün. در زبان ترکی افعال بسیط یا افعال غیر مرکب burada əvvəlinə bir şey izaf eləyək. در زبان ترکی چه تعداد افعال بسیط یا افعال غیر مرکب وجود دارد. Tamam, bunu da farsça yazdıq eləcə nə? در زبان ترکی üzbəki, türkməni, türki, İstanbuli, Azərbaycani və تعداد افعال بسیط غیر مشتق غیر مرکب محدود و نسبتاً اندک است. به طور کلی زبان‌های ترکی اغلب افعال خود را از طریق مشتق سازی با پسوندها می‌سازند. بنابراین افعال بسیط یعنی افعالی که ریشه آنها خود به خود یک واژه مستقل و بدون پسوند باشد تعداد کمی دارند. خب buradan deyir ona görə. خب این عدد دقیق نیست و بسته تعداد افعال بسیط. این عدد دقیق نیست و بسته به اینکه چه چیز بسیط حساب شود کمی تفاوت دارد. اما در ترکیه استانبولی حدود 100 تا 150 فعل کاملا بسیط شناسایی شده است. در ترکیه آذربایجان نیز تقریبا 120 تا 150 ریشه فعلی بسیط پذیرفته می شود. در ترکیه قدیم اوغوری göktürk تعداد افعال بسیط کمی بیشتر بود، حدود 160 تا 180 ریشه. اما بسیاری از آنها امروز متروک شده‌اند. تعداد افعال بسیط کم است. یک ریشه اسمی یا فعلی با افزودن ده ها پسوند به راحتی تبدیل به فعل می شود. Biz de bunu diyoruz. Da mesela yaz, yaz, yazdı, yazış, yazılı, yazıldı, yazılar, yazıdılı, yazıdılı, yazıdırlı, yazıver. Bu tür mesela bu bir fiilden bu element bunların şey bilirdim. Yani tərkib, indi tərkib deyəndə bunu gətirir, götürür, amma əgər türk dilinin Döşgür şey bundan çox deyir. Baxın, nümunə üçün əf'al bəsit türkü bunlardır. Gəl, get, al, ver, bil, öl, kal, yap, ye, iç, koş, yan. Çox cəlibdir. Kaş bunun hamısını yazaydı. Görürsünüz, bu feillər 3 hərfli feillərdən ibarətdir. Ya 2 hərfli. 2 hərfli feil ya 3 hərfli. Bunu əgər fəqət bunları adam bilsə
və bunlardan yaradılan sözlər ki, bunlara yapışılır. Yəni, bunlar əvvəldə gəlir, sonra hər nə bunlara yapışılır. Məsələn, ye. Yedim, yiyək, yeməli, yeməlililər, yeməli, məsələn, və. Yəni, görürsünüz ki, bundan üdsüz, bucaqsız şey olar və nə qədər biz bunlardan feil düzəldə bilirik ki, eləyə bilirik qıssa danışaq. Amma mən özümü deyim, mən mütəəssifanə gərək bir dənə list çıxadam, bu kök feilləri çıxadam, sonra bunlardan tərkiblərini də öyrəşəm. Məncə feil ilə danışmaq daha rahatdır, ta cümləni o qədər uzun eləyək ki, dərdə dəyməyək. Hər halda çox-çox Allaha şükür olsun ki, bu günləri mən bu kitabla, bu əlif yazma ilə tanış oldum. Ehtimal verirəm bu kitabın tarixində çıxadaq. Əgər bu kitab 900 dedik ki, 900 ilə 950 ilində arada olsa, desək ki, 925-də bu yazılıbdır. Desək ki, 925-də yazılıbdır bu kitab. Bundan çıxsaq 1447-ni, bu kitab 522 il bundan öncə yazılmış görünür. Allaha şükür olsun və çox sevinirəm ki, bu günləri 3 saata yaxın bu kitaba zaman qoyduq və çox şeylər bu kitabdan öyrəndim. Ərzişi var, bunu öyrənməyin ərzişi var. Bunun üstündə kəlmə-kəlmə, söz-söz danışmağa ərzişi vardı və dil bilən dostlarımız bunu bizlərə öyrətməyinin yeri vardı. Mən əgər dostlarımızdan biri bunu doğru oxusa, sətir-sətir, kəlmə-kəlmə bunları, söz-söz bunları anlamın anlandırsa, mən gedib oturub oxuyaram, qulaq asaram.